Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Beyin mühəndisliğine qarşı əski Türkçe kitaplar programının 311. bölümün Allah'ın adı və yadı ilə başlayıram. Allah'a min mərtəbə şükür olsun ki, bu günləri bizə ömür verdi, göz açdıq və bu dünyanı gördük gözəllikləri. Behişt bir dünyadır. O birisi dünyada deyibdir ki, nə əksən bu dünyada, o birisi dünyada onu biçərsən. Quranda bu ayə, bu məfhumda ayə çoxlu təkrar olubdur. Yəni çox sayda bu ayə deyilibdir ki, Əd-dünya məzrəətul axirə. Dünya gələ o birisi dünyanın, bu dünya o birisi dünyanın zəmisidir. Hər halda bu günləri başlayaq görək ki, dədələrimiz tarix boyunca, insaniyyət boyunca topladıqları təcrübələri, anlayışları, düşüncələri, görüşləri, ixtiraları, inkişafları necə kəpsul eləyiblər, yığıblar bir kitaba, bir kitablara, türk dilində bizə yadigar qoyublar. Onların bir neçəsi ilə tanış olaq. Dün 3 dənə kitabla tanış olduq. Biri İxtilacnamə idi. Bədənin seyriməyinə görə və ondan fal tutmaq haqqında. İkincisi Məzhər-i Türki ki, farsca idi. Bunu qabaqcanda görmüşdük, amma oxumamışdıq farsca olduğu üçün və həmçinin və ha belə tarixi yaxın olduğu üçün, keçən 150 ildə yazıldığı üçün onu oxumamışdıq. Amma dünən onu oxudum, vaqəən keyf elədim. Türk dili haqqında, türk gücü haqqında, Nasiruddin Şah dövründə və Qacar dövründə, ondan öncə də əlbəttə ona həttəmən daxı tutar. Türk dilinin gücü haqqında çox ciddi sözlər danışır. Üçüncü kitab isə Fənni Coğrafiya adında bir kitab idi ki, bunun əsli Fransa dilindədir. Fransa dilindən türkcəyə çevirib bir nəfər ki, adı Seyyid Həsən ibn Seyyid Hacı İbrahimdir, mütərcimin adı. Bu da 1223-də, yəni 224 il öncə bu kitabı çeviribdir. Gördüyünüz kimi bu iki kitab tarixləri 250 ildən azdır, amma oxumuşam. Hər halda hər ikisində də biz bu iki düşmənlər bizim anlayışımıza girirlər və düşmən sevənlər, onlarla tanış olduq. Mən fikir edirəm ki, bu bizə də o məfhumları var, anlamları var, bəzi sözlərin, onlara diqqət eləməliyik. Gedək görək bu günləri şansımıza hangi kitablar çıxır, onları danışaq. O Nasiruddin Şah dövründə yazandan Məzhər-i Türki adlı kitabı yazan əsli adı Əbdürrəhim Şirvanidir ki, Ərdəbili deyə tanınır. Cəlib budur ki, ehtimalən bu adam Ərdəbildə yaşamayıbdır. Gəlib gedib Şirazda yaşayıbdır və sonra da dövlət üçün belə bir kitab yazmağa çalışıbdır. Gedək görək ki, bu günləri şansımıza hangi kitablar gəlir. Fənni Coğrafiya və Məsəl-i Türki. Bunları dünən oxuduq. Burada da göstərir ki, bu ikinci dəfədir ki, bunu indirmişəm. Hükm-i Şərifi Oqcizadə. Bir bunu açaq. Bir də nüsxə xətti Tibb və Nücum-i Türki. Bunu da ehtimalən bu da ikinci dəfədə açılır. Yəni ikinci dəfədir ki, bunu eləmişik. Mən fikir edirəm ki, bunu görmüşük. Ona görə bu kompüterdə deyir ki, bunu öncədən indirmişsən, niyə təzəşdən bir də indirirsən? Belə bir şey göstərir. Üçüncü kitab görək hansısıdır? Divan Nəqşi. Və bir dənə də kitab açaq. İman Təfsili. Bu bizə bu qədər kitablar, çünki fikirəm bunlardan bir-ikisini bu günləri oxumayacağıq.
İxtilaçnaməni bağlayaq, Məzhəri Türkini bağlayaq, Fənni Coğrafiyanı bağlayaq. Bu 3 dənə qalsın. Görək xətti məcmui tibb və nücumi türki. Buna əvvəl bunun bir bəllidir, buna baxmışıq çünki kitabı açdı. Kitabı ortadan açmağı göstərir ki, mən bunu keçən səfər buradan oxumuşam. Burasına da baxanda görürük ki, bunu oxumuşuq, mərifə eləmişik. Onun üçün bunu bağlayaq. Elə buradan geçsin işinin dalısıcan. Çünki onu görən kimi tanıdım. Özəlliklə onun cildin parça qoyublar. Oradan daha çox ciddi tanıdım. Mən elə bu kitabın möhrünü görəndə bildim ki, bu Hacı Əbdülqadir məruf be Əmir Xacə Kəmandarkeşi Üsküdaridir ki, bunun şey eləyibdir, bunu bağışlayıbdır. Kitabın adı Divan Nəqşi. Nə deməkdir? Görək ki, nədir? 110 səhifə deyir bu kitabın adıdır. Biz bu Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin bu Hacı Əbdülqadir məruf be Əmir Xacə Kəmankeşi Üsküdari bunun yaşam illərini bilirik. Çox bir kitablar həm özü yazıbdır, həm də alıbdır, vəqf eləyibdir. Dediyimiz kimi kitabda çox baha imiş. Keçən cələsələrin birində dedik kitabın biri 150 akça əgər olsaymış akça. İndi olurdu 3400 lirə Türkiyə lirəsi. Əgər İranı puluna çevirsək 6 milyon 600 min tümənə çıxırdı kitab, o kitab. Amma əgər kitab qızılla adı Sultanidir, Sultani ilə alıb satılırmışsa, onda çox yuxarı neçə 100 milyon olurdu, yadımda deyil, hər halda onu da çıxartmışdıq. Bu kitab indi harda saxlanır? Ehtimalən möhrün modelindən deyirəm ki, bu indicə o kitabxananın adı yadıma düşsün. İstanbulda Süleymaniyə kitabxanasında saxlanır ki, İstanbulda Fatih məhəlləsindədir. Mən bu məhəllədə biraz yaşadım, amma heyif ki, o zaman ağlım çatmayıb gedəm və kitabxanada, əlbəttə o zaman daha çox ayrı fikirlərim var idi ona görə. Kitabın əvvəl vəzinə baxaq, görək nə vəzirdir. Cildin görünür, cildin eşiyi necədir, cildin içərisi çox gözəl qalıbdır, bir dənə möhür qoyublar. Bir nəfər gəlib qırmızı rənginə burada bir ulduz çəkməyə çalışıbdır. İkinci səhifədə görürük, yazıbdır ki, Divan-ı Nəqşi Nəməni Kirmani deyə bir addır. Nəməni ola bilər. Hər halda bunu baxarıq. Deyir ki, 51 vərəqi var və 15 sətri var. Belə deyə yazıbdır, amma burada görürük ki, deyir 55 PDF-də 55 göstərir. İlləti nədir? İlləti bu ki, cildi də hesablar ki, PDF. Burada vəqfinaməni görürük. Vəqfinamədən sonra ikinci səhifəyə keçirik. Həm vəqfinamənin möhrünü görürük, həm də başlanğıcı görürük. Təəssüflə başlanğıcda görürük ki, su keçib kitaba 2 dəfə, bəlkə 3 dəfə, indi diqqət elədim, 3 dəfə deyə bilərik ki, bu kitaba su keçibdir və birinci səfhənin, əlbəttə cöhəri çox yaxşı imiş ki, dağılmayıbdır, bu bəllidir kitab, düzdür, cöhər adca rəh verib, amma dağılmayıb, kamil aradan getməyibdir. Kağazın da mərğubluğuna bağlıdır, yəni bu həm cöhər, həm kağazın mərğubluğu bu saxlayıbdır bu vəziyyətdə. Şeir buradan başlanır, Bismillaha yer qoyulubdur və ehtimalən təzhibə yer qoyulub, amma yazılmayıbdır. Kitabların şeirin arasında farsca ya iki şeirin ad qoysunlar şeirə, o yoxdur. Elə şeir qutarıbdır, qutaranda son 2 misrəyi bir-birinin altında, səfənin ortasında yazıbdır, o birisi şeirdə onun altında yazıbdır. Bu model həm nüsxəçilərin bəzisi belə yazır, həm də ki, yazan belə yazar. Amma yazan, əgər belə yazmış olsa, gərək çox xətt dəymiş ola. Biz onu görmədiyimiz üçün bu mənim nəzərimə şeydir. Getdikcə əlbəttə bu daha şey olacaqdır, yəni görsənəcəkdir.
bu xətt dəymədiyinə, kəlmələrin üstünə qələt ya təsih üçün, islah eləmək üçün, dəyişdirmək üçün xətt çəkməmişsə, bu normalda üzündən yazılmış ya nüsxə ya nəssaxi bir nüsxədir, nəssaxlıq olunmuş bir nüsxədir ya nüsxəçi bunu yazıbdır. Görürsünüz ki, indi mən o qabaqcan ki demişdim, şeirlərin arasında başlığı farsça yazırlar, qırmızı rənginlə yazırlar, ayrı yazılan. Bunları nüsxəçilər yazırlar ki, bəlli olsun şeir dəyişir. Bu kitabda onun o şey sabit olur ki, mən onu düz anlamışam. İlləti də budur ki, burada görürük, şeirlərin arasında heç bir şey yoxdur. Yəni bu nüsxəçi də olmuş olsa bunu eləməyibdir. Şeirlərin bəzisi 5 beytidir, bəzisi 6 beytidir, bəzisi çoxdur, bəzisi azdır. Bu o şeirin, şairin o günkü fikrin, düşüncəsin, duyğusun nə cür getirəcək ona bağlıdır. Kitabın 1-2 səfə əvvəldə su keçib ona tökülübdür 2-3 dəfə, amma ondan qalan yerlərində su çox görsənmir. Görsənsə də mən təşxis vermirəm. Çox gözəl bir xətt ilə yazılıbdır. Bəzi yerlərdə nədən isə bəzi kəlmələri silməyə çalışıblar, ya nə bilim qərələməyə çalışıblar, qərələnibdir. Hər halda kəlmələr qərələnibdir. Amma məsələn burada fikirlərim keçir, məsnəviyə keçir. Çünki şeir də demişik ki, qəzəl 5 ilə 15 arasında olan şeirlərə deyirlər və məsnəvi də dastan kimi uzun olur. Burada görürük ki, bir 3 səhifəlik bir şeir ilə qarşı-qarşıyıq. Ondan sonra da uzun şeirlər əlbəttə var orada burada, amma əksərən çox kiçik qıssa şeirlər. Xətti çox gözəl yazıbdır. Düzdür, sətirlərin arası bir-biri ilə çox azdır. O qədər ki, sətirlər az qalır bir-birinə yapışsın, amma bununla belə xətti, bir cür xəttdən istifadə edib bunu yazanda ki, adam bunu görəndə fikirləmir ki, çox şuluqdur. Bunun bir məziyyəti və şeyidir. PDF 55 səhifə göstərir. Niyə 55 səhifə? Çünki PDF-in hər bir səhifəsində kitabın 2 səhifəsinin əksini salıblar, qoyublar. Bu da o Vaqifin burada şey dəyişdi, xətt dəyişir. Yəni bu səhifə, yəni buracan yazılan bu xəttədir. Burada bu xətt ilə bir başqa xətt ilə yazılır və başqa bir qələm ilə yazılır. Ehtimalən kitab buradan bu üzə dəyişəcəkdir. Bu birisi səhifədə də aynıdır. Bəlkə də mən səhv edirəm, amma mənə o cür gəldi. Əlbəttə dəyişdi. Yenə də qeyddə o əvvəlki xəttə bənzədi. Kitabı bağışlayanın möhrü çox vurulub kitaba. Bu dalbadal görürük bunu. Burada da 1-2 səhifədə bir şey yeyəndə düşübdür, rəngi sarısı qalıb üstündə. Ədviyyəli bir şey yeyirmiş ehtimalən. Düşübdür. Mən diqqət edirəm ki, bəlkə bir tarixi burada görüm, amma görmürəm. Fikirəm kitabın sonuna gəldik, yetişdik. Bura sonudur və bir şey görmədim, amma baxarıq görürük ki, əcəba bundan biz bir tarixi çıxada bilirik ki, hangi tarixdə yazılıbdır. Burada yazmayıblar. Əvvəl bunu dedik ki, Divan-ı Nəqşi, bu oxuya bilmirəm, bunun adamın adı burada yazıbdır, yəni Kirmanisini oxuram, amma Ağməmməd deyilə bilir, Ağəmməd, elə bir ki, belə bir şeydir, Ağəmməd Kirmani, ya Ağmən Kirmani, belə bir şey oxunur. İndi baxaq, əlbəttə bu xəttə adət eləsək, oxusaq, bəlkə taparıq. Bu həqiri və pür təqsir əs-Seyyid Əl-Hacı Əbdülqadir Əl-Mə'rufi bi əmir xacı Kəmankişi Əl-Üsküdari bu kitab-ı müstədabi mülkümdən ixrac edib Üsküdaridə vaqi valide ətiq camiinə şur şərti ilə vəqf eylədim ki, hər kimə iqtiza edər isə rəhn qoya yaxud kəfil meyli ilə, kəfil meyli, mən bunu milli oxumuşdum öncədən, meyli gərək olsun, müntayı yoxdur da, meyli, kəfil meyli ilə verilib, ta hacəti tamam olunca hifz edib, nişan üçün kağızın bükməyə,
və cildin sökməyə və uşağın əlinə verməyə və təbdil təqdir etməyə, yəni kitabın içində yazıları silib dəyişdirməyə. O zaman bilirmişlər ki, bəzi adamlar kitabı alırlar, xoşu gəlmir şeirdən, onu götürür, dəyişdirir ya yazıdan, götürür, silir, dəyişdirir. Təbdil təğyir etməyə əgər şərtlərdən birisinin xəlafi zuhur edərsə, təzmin oluna, yəni kitabın qiyməti verilə ya alına. Fəmən bəddələhu ma səməəhu fəinnəma isməhu aləl-ləzinə yubəddilunəhu Nəzm-i Kərimi fəhfasıncə. Nəzm-i Kərimi, yəni Qur'anın dediği, bu bir ayə idi yazı. Fəmən bəddələhu və ma. O deyir ki, bunun əsasıca əslində asim olmayələr. Asim yəni günahkar. Aşağıda da bu adamın möhrünü görürük. Bunu dəfələrcə oxumuşuq. Süleymaniyyə kitabxanasında saxlanır. Kitabın burada görürük ki, arxadakı, yəni həmin bu oxuduğumuzu su geçib bu birisi səhviyyə, onun rəngi geçib bu yüzə. Onu görürük. Burada da bir şey yazılmış olsa şeirin başının üstündə deyirəm, Bismillah üçün yer qalıbdır, amma bir şey yazılmayıbdır. Gəl ey salikü eşit bəndən nədir tərkib ol məna. Gəl ey salik eşit bəndən nədir tərkib olan məna. Biri yıldır, biri ateş, biri topraq, biridir ma. Biri yeldir. Mən yıl oxudum, qələt oxumuşam. Biri yeldir, biri ateş, biri topraq, biridir ma. Su, mən axırdan deşəm, su, torpaq, od və hava. O kim su ilə toprağıdır, bilirsən, səflidir onlar. Bunlar səfli, yəni əşağa. Bunlar əşaqdırlar, su ilə çək, əşağıda qalar. Onlar kim badı ateşdir, həqiqət ülvi deyirəm ma. Bunlar da ülvidirlər, yuxarıda olanlardılar. Biri təndür anın canabəsi, can olubdur yel. Biri təndür anın birisi can olubdur yel. Ki ol hərgiz fəna bilməz, biri sufla olur. Nə mənə? İfna ehtimalən. Ehtimalən ifna. Bunlardan gəngidir. Ol kim düşübdür teşrə irsalun. Teşrə dışarı. Gəngidir, yəni hamısı. Ya bunlardan gəngidir ol kim. Ya bunlardan biri. Ki bilməz iç. Yüzün hərgiz gəzər aləmdə ol əma. Birinin ruhinə cana demişlər ruhi heyvani, birini ruhi insani deyib həm eyləmiş ixfa. İlinin ehtimalən, mən burada bilmirəm ki, bu nədir, su töküldüyü üçün qaçışıb biraz, amma ikinin ehtimalən ikinin yoxlə mabeynün durur bir şəbçıraq onda. Yanar leylu nəhari dil qumuşdur səndə, dil qomuşdur səndə çün Mevla. Nə cövhərdir dila ol kim əgər ram olsa ol nəfsə, qalır o aləmi süfla qopar başında çün qoğa. Ani gəl yar can etkim. Ani gəl yar can etkim olub hökm altına nəfsi. Gözün açdırmayıb hərgiz təsərrüf olənə ol ta. Vəkalət burada oxunmur. Vəkalət xizmətin oldum alıb la hərfil və dildarın, imami həy olub, yəni nəqahək eyliyə illa. Bilmədim ki, də buranı oxuya bilmədim. Nə deməkdir?
Biri şərqi, biri qərbi olub şəhzadələr bunlar. Orada ki üstə oxuya bilmirdik. Burada yenə təkrar olduğu üçün aynıdır. İkinin izdivacından doğar ta bir məlki mələk sima. Burada üstəki də ikinin yoxlama beynün durur bir şəb çırağında ehtimalən belə bir şey oxunacaqdır. Və gərnəyi can əlindən gər olursa tiğini nəfsün və gərnəyi can əlində gən alursa tiğini nəfsün oyub əqlün ana cana edər ol hökmünü icra. Gedər bu səltənət əldən gözün aç eyləmiş ol axər ehtimalən olsun qalır məğlub olub canın nə issi ağlamaq fərda. Digər qoymazsa can əldən ədalət şəmşirün bir dəm. Vəgər olacaqdır. Vəgər qoymazsa can əldən ədalət şəmşirün bir dəm kəsib başın anın cana edər həm əsgərin yağma. Bülüb Nəmrud şəddadi bulub Nəmrud şəddadi dəxi Fir'on mədkari bədkari olacaq bu ehtimalən. Bulub Nəmrudu şəddadi dəxi Fir'on bədkari sürüb mülki vücudindən qoməz Musa kibr əsla. Qoməz həman qoymaz sözünün biraz selamun aleyküm, aleyküm selam. Xoş gördük. Məratib qət edib cana güzər et iş bu mənzildən. Məratib qət edib cana güzər et iş bu mənzildən. Əriş milki bəqa içrə olur bəs cümlədən əla. Sorub əsbi səbarəxtün sürüb əsbi səbarəxtün alıb təxti Süleymani. Şikar et xatəmi sirri olə hökmüdə tahiri ca, ta hər ca. Belə bir şeydir, oxunmur kamil. Yəni mən oxuya bilmədim. Bəqabul gənci fənadən gəl libası et cümlə əşyayı. Bəqabul gənci fənadən gəl libası et cümlə əşyayı. Gözün hər zərrədən cana ki sənsən aləmi kübra. Gözün hər zərrədən cana ki sənsən aləmi kübra. Ucan kim iş bu məktəbdən xuda əlmədi dərsi. Xudadən olacaqdır. Ucan kim iş bu məktəbdən xudadan almadı dərsi. Özündən ni xəbər bi xəbərdir o ələmdən dəm urur heyfa. Özündən bi xəbərdir o elimdən dəm urur heyfa. Burada bir beyti, son beyti var ki oradan şeir qurtarır. Amma rəngi qatışıbdır. Əzilər nəqşi icra bugün məcnuni vəş nəzmim. Ehtimalən edilər ya da edilər nəqşini icra bugün məcnun vəş nəzmim. Gəhi cananini can eylər, gəhi ol can olur Leyla. Bu kitabın birinci uzun şeirin oxuduq. Ehtimalən qəzəl deyil. Bilmədim. Yəni əlbəttə qafiyələrdə doğru idi, amma mən bunları təşxis verə bilmirəm ki, hangisi qəzəldir, hangisi qəzəl deyil. O başqa bir sözdür.
kaf nunun menşei بذلی ما یروی تو امری خدا کاف و نونun menşei bu çox cəlibdir bunu ma ehtimalən kaf nunun menşei əndildir nədir oxuya bilmirəm bunu həmzəsi var əvvəldə amma ma yervi tu əmri xuda indi 4 harf cana düşdü əlhaqdən cüda indi 4 harf cana düşdü əlhaqdən cüda mim o eyn o dal o nunun göstərib ol rəsmini ehtimalən bu hurufiyyə məktəbinə aid bir şeirdir. Amma birinci şeirdə ki, yazarın adını görmədik. Görək ikinci şeirdə bunun adı gələcək. Nəzərimə bu da hurufiyyə məktəbinə, yəni Nəsimi məktəbinə bağlı bir şeirdir. Çünki orada bilirsiniz hurufların çox önəmi var və məna məfhumü dərindir. Onun üzü ilə də var-yoxu anlaşdırırlar, anlayırlar. Mim o eyn o dal o nun göstərib ol rəsmini hər hava etmiş əyaqi sərnigün ağzı huda geydi ol əmr əzəl çün əgnə rəngin camələr geydi ol əmr əzəl çün əgninə rəngin camələr toldu andan çuhu səhralik yox bayu ceda bəy həman bəy və ceda cədə əskih biraz əskih adama cədə deyilir eyni halda dilənçi anlamındadır əlbəttə cədə dilənçi anlamında biraz fərqlidir yəni biz işlədirik Təbrizdə orada burada fars dilində xüsusən cəda deyələr dilənçiyə deyirlər amma burada əskik adama deyilir bir bay, bir də ceda. Yəni ki, bəy və bəyin qarşısında dilənçi. Bu deyil. Bəlkə ikisi, bunlar fərqli. Biraz üst adam, biraz da aşağı adam. Yəni, çox aşağı adam. Namərd adam. Biraz. Gördülər mənzil dəcildür, yoxdur haqdən xəbər. Etdilər bir-bir niyazi eyliyib ol dəm dua. İrdi üçün haqdən hidayət, getdilər mənzillərin Qondilər bir qeyri mülkə, çıxdı anlərdən səda. Bu da uzun şeiridir. Ola bilər qəzəl olsun, 15 olar ən azından. Kimi ülvidir bunların, kimi süfli xilqəti, canı var yoxdur həyati, əklu şərab olmuş qəda. Qəda ya qəza ki biz deyirik, qəza yemək, bu ərəbcədə o qəda deyilir, ona görə türkçədə də elə qəda deyilir. Yenə etdilər niyazi istəyib haqdən bəqa, dur olub bunlar xudadan, dur olub bunlar xudadan, erməyib məqsudinə. Erməyib, yəni yetişməyibdir. Bunda dördün üstündə bir dənə da dur olub bunlar xudadan uzaqlaşıb. Bir dənə 4 əlaməti yazıbdır. Yəni 4 olub bunlar xudadan, yəni bu 4 xudadan. Bunu şeirə görə xülasə yazıbdır. Dur yenə etdilər niyazi istəyib haqdan bəqa. 4 olub bunlar xudadan. Yəni bu 4 dənə Allah tərəfindən yaranıb ki, üstə dedi da yeldir, oddur, torpaqdır, sudur. Bunları istir desin. Amma dur da deyəndə çox gözəl olur. Dur olub bunlar xudadan, irmiyib məqsudinə, Allahdan uzaq olublar, istədiklərinə məqsud istəmək. Məqsəd, yol, o şey ki istir onu əl tapsın. Deyir ondan uzaqlaşıblar. Əmr olundu, yenə bunlar etdilər bir səfər, o 4 dana. Köçdülər bu mülkə toğri, eyliyib axar dua, çaltıb çün
Kövs-i rehlət hər biri qan ağladı. Çalınıb çün kövs-i rehlət hər biri qan ağladı. İrdilər or şəhri cana, eyləyib varın fəda. Cəm olub o əmri əvvəl, ir gəlib Adəmdə çün. Cəm olub o əmri əvvəl, ir gəlib Adəmdə çün. And ilə bir zəminə, ac gözük, essin ey huma. And ilə, ehtimala indilər, yəni indilər. İndilər bir zəminə, ac gözük sən, ac gözün sən, ey huma. O kaf gözü nun oxunacaqmış, mən onu iştibah oxudum. İndilər bir zəminə, ac gözün sən, ey huma. Axdı sulər gibi, bunlar əluf o nun o bəhrinə. Dedim, bu Nəsiminin məktəbindən gəlir, amma buradan yenə də görmürəm ki, burada ad yazılmış olsun. Baxaq görək, oxuyaq. Bəlkə bir kəşfə nail olarıq inşallah. Allah köməklik elər, bir kitab taparıq. Axdı sulər gibi bunlar əluf o nun bəhrinə. Bitti ol dürri sədəfdən eyləyib xaliq əta. Od o su topraq o yeldən bəğlənib surət ana. Od o su topraq o yeldən bəğlənib surət ana. Verdi üçün əllər ayaqlar. Verdi üçün əllər ayaqlar. Lakin ol məni cəfa. Gəldi iş bu mülkə üçün kim göstərib ondan vücud, kim irə mülkü bəqaya gedə ondan bu cəfa. Yetməyə gər işi bunda, şöylə kim ey mərdi xas. Bitməyə gər işi bunda, şöylə kim ey mərdi xas. Dur edər əksində bir kari bitər ol toxmi xəta. Pəs durər bu nəqşiya, gəl hər nəkim nəzm eylədün. Adı nəqşidir. Pəs durur bu nəqşiya, gəl hər nəkim nəzm eylədün. Saqın kəsbün dəgüldür, sən məgər irdün haqa. Haqqə həman. Sən məgər irdün haqa. Bunun adı Nəqşidir. Görək, əcəba bu Nəqşi adında bir şair varmı, yoxmu? Bunu gedək bir iki yerdən soruşaq. Görək ki, əcəba Nəqşi adla bir türk şair varmı? Görək ki, bu haqda nə yazır? Eyni halda bunu bir ayrı şeydən də soruşaq. Kopi eləyək, gətirək, burada qoyaq. ChatGPT-dən də soruşaq. Eyni halda bu, görək, bunu DeepSeek tapdı. Bunu da əlbəttə hara getdi, nə oldu, buna nə gəldi? Yox, bunu istəmirəm. Mən istəyirdim bunun indirmişəm, amma nədənsə bunu görək. Hər halda baxaq, görək ki, bu ikisi nə yazdı.
Bu ehtimalən bunun şeycəsi olsa bizə iş verməz. Tamam. İşləmədi. Acaba Nəqşi adlı bir türk şair varmı? Bəli. Nəqşi təxəllüsü ilə tanınan bəzi türk şairlər vardır. Lakin bu təxəllüs bir neçə şair tərəfindən qullandığı üçün dəqiq şəxsi müəyyən etmək üçün əsr və mühit lazımdır. Məşhur olanlardan bəziləri Nəqşi. Nəqşbəndi təriqəti ilə bağlı şairlər. Nəqşi təxəllüs çox vaxt Bəhaəddin Nəqşbənd həzrətlərinə mənsub olan Nəqşbəndi təriqəti şairləri tərəfindən kullanılmışdır. Bu səbəbdən təxəllüsi təriqət mənsubiyyəti göstərmək üçün seçilmişdir. Osmanlı divan ədəbiyyatında Nəqşi təzkirələrdə Nəqşi təxəllüsü ilə yad olunan bəzi məhəlli şairlər zikr edirlər. Lakin böyük və məşhur divan şairləri arasında çox tanınan bir Nəqşi yoxdur. Çoxu kiçik mühitidə yaşamış ya da şeirləri geniş yayılmamışdır. Əgər sənin oxuduğun əlyazma PDF-də Nəqşi keçirsə, böyük ehtimalla ya Nəqşbəndi təriqətindən bir dərviş şairdir, ya məhəlli kiçik divan sahibi bir şairdir. Əgər, tamam, bu bunu dedi. Gedək görək ki, nə deyir? Bunu, mən burada iştibah vurdum, bunu. Tamam, cancel eləyək bunu. Getdi ora. Gedək görək bu nə yazdı? Yəni, Cimnay. Bəli, şairlər arasında Nəqşi təxəllüs edən tanınmış simalar var. Bunların ən məşhur və klasik ədəbiyyatımızın böyük özülməz şairlərindən biri olan Molla Məhəmməd Baqir Xəlxalidir. Acəb. Bu şair haqqında qıssa və mərəqli bilgilər. Molla Məhəmməd Baqir Xəlxali 1829-1896-cı miladi ildə Azərbaycan ədəbiyyatının ən güclü tənz və təmsil yazan şairlərindən biridir. Onun məşhur əsəri Sə'ləbiyyə Tülkü nağılı adlanır ki, bu mənzumə Azərbaycan türkçəsində yazılıbdır. Təxəllüsü şeirlərində Nəqşi təxəllüs edərdi. Bu deyil. Çünki biz oxuduğumuz kitab tənz gülməcə deyil əslində. İndi bilmirəm, bu tənzə Azərbaycan Cumhuriyyətində nə deyirlər, onu bilmirəm. Tarix boyu başqa kiçik şairlər ya irfani məslək insanlar da olublar ki, Nəqşi təxəllüs ediblər. Məsələn, Nəqşbəndiyə təriqətinə mənsub olduqları üçün, amma türk ədəbiyyatında izi qalan və tanınan əsli şəxsiyyət həmin Molla Məhəmməd Baqir Xəlxalidir. Tamam, bunlar heç birisi deyil məncə. İndi gedək görək ki, biz özümüz buradan bu adamın şeirindən nə tapırıq? Bu şeiri oxuduq, gəldik bura, Nəqşini tapdıq. Oradan dedik ki, birinci şeirdə də bunun Nəqşi var idi ya yox idi. Onu da bir baxaq görək ki, bəli, Nəqşi burada da var idi. Edənlər Nəqşi icra bugün, Məcnun vəş nəzmim Nəqşi. Bu hurufiyyə məktəbindən. Buracan hələ biz bunu bilək, deyək ki, biz soruşaq da, yenə bunu soruşaq ki, əcəba hurufiyyə məktəbində və bunu yazmır. Əcəba hurufiyyə məktəbində və harda? Əcəba hurufiyyə məktəbində və Nəsimi məktəbində Nəqşi adla bir şair var midir? Bu sualı soruşaq və
Görək buna nə cavab veriblər. Bu iki danasını da soruşaq. Bəli, Hürufiyyə və Nəsimi məktəbi ətrafında nəqşi təxəllüsü ilə məşhur böyük bir şair məlum deyildir. Lakin məsələnin diqqətli tövzihi belədir. Hürufiyyə məktəbində Hürufiyyənin əsas şair və mütəfəkkiri Fəzlullahi Əstərabadi Hürufiyyənin müəssisi. İmadıddin Nəsimi məktəbin əzəm şairi. Bu mühitdə məşhur təxəllüslər Nəsimi, Həqiqi, Fazili, Nəimi və s. Təzkirə və Mənaqib mənabiində nəqşi təxəllüsü ilə tanınan müəssir Hürufi şair zikr olunmaz. Əgər varsa çox ehtimalla kiçik məhəlli dərviş ya məhəlli şair ya sonralardan Hürufi əfkarindən təsirlənmiş bir şəxs. Nəsimi məktəbi Nəsimidən sonraki cəryan. Nəsiminin fikrindən təsirlənən şairlərdə də nəqşi məşhur təxəllüs kimi görünmür. Bu məktəbdə daha çox həqiqət, fəqr, ənəl-həq, hərfi, əsrari məzmunları var. Lakin nəqşi adı məşhur silsilə şairləri arasında yoxdur. Mühüm ehtimal, nəqşi təxəllüs çox vaxt Nəqşbəndi təriqəti ilə bağlı olduğu üçün Hürufi mühitidən çox təsəvvüfi Nəqşbəndi şair olma ehtimalı da daha yüksəkdir. Əgər sənin əlyazmanda nəqşi Nəsiməyə bənzir məzmunlarla keçirsə, böyük ehtimalla Nəsimdən təsirlənmiş sufi şairdir. Ya katib Nasix adı həman o iki adam gəlibdir, şöyle bunu kitabın üzündən yazıbdır. Nasix adı təxəllüs kimi yazılmışdır. Tamam, bu da deyil. Gedək görək bu şey nə yazdı bu haqda. Xoşbəxtanə, sualınız çox dəqiq və yerindədir. Hürufiyyə məktəbi və Nəsimi ədəbi hövzəsində Nəqşi adlı böyük və tanınmış bir şair var ki, klasik ədəbiyyatda ona özəl bir yer ayrılıb. Hürufiyyə məktəbində nəqşi kimdir? Hürufiyyə cərəyanında və ümumiyyətlə Nəsiminin izində gedən şairlər içində nəqşi Akirmani, düzdür, bu gəldi. Orada yazmışdı ki, Akirmani olacaq bu da. Akirmani ya da Nəqşi İbrahim bəy, əsli adı bu ola bilər. Adlı bir şairdən söz edilir. Lakin klasik türk ədəbiyyatı tarixində hurufi meyilliləri olan və eyni halda Nəqşi təxəllüs edən ən tanınmış simalardan biri İbrahim-i Nəqşidir. Bu da ikinci adam. Amma bu Kirmanini burada kitabın üzərində gördük. Mən bunu deyim ki, bu üçüncü səhifədə qeydib gəldik əlbəttə. Burada Divan-ı Nəqşi Ak Kirmani, nəməni Kirmani? Ağ olacaq, Ağ Kirmani, Ağa Kirmani ehtimalən. Munta, indi burada bir sual, bunu oxuyaq, sonra bir sual yenə də soruşaq buradan. Bu şair haqda önəmli nöqtələr. Fikir kökü. O, İmadıddin Nəsiminin yaratdığı şeir dilindən və irfanı hurufi baxışından dərin təsirlənib. Dil və üslub. Nəqşinin şeirlərində kəlmələrin və huruflərin hurufiyyə inancı əsasında fəlsəfi mənası olan plandadır. O, Nəsimi kimi haqqın təcəssümünü insanda və onun üzündəki cizgilərdə, nəqşilərdə axtarır. Təxəllüsün mənası, nəqşi, kəlməsi özü hurufiyyə məktəbində böyük məna daşıyır. Çünki onlar Tanrının təcəllisini kainatda və insan surətində bir nəqş kimi görürdülər. Nəsimi ilə bağlantısı. Nəsimi məktəbi deyəndə məqsəd yalnız bir şəxs yox, bəlkə bir fikir cərəyanıdır. Nəqşi təxəllüs edən şairlər özəlliklə 15-ci və 16-cı yüzilliklərdə Nəsiminin qəzəllərinə nəzirələr yazaraq onun irfani dünya tanışını
tanışını davam etdiriblər. Bu şairlərin əsərlərindən insanın kəmalı, yəni bir insanın kəmalı, insan ən yüksək varlıq və Allahın nuru kimi təsvir olunur. 2. Huruf və ədədlər. Kəlmələrin kökünü və hərflərin seyrinə hurufiyyə əqidəsi görə insanın üzündəki nəqşlər şərh olunur. İndi burada o şey ki istedim. Aha, burada yazıb ki bir nöqtə. Üstə qeyd etdiyim Molla Məhəmməd Baqir Xəlxali Nəqşi Nəsimi məktəbindən uzaq və daha çox təmsilçi, amma bu deyil, onu bilmişdik. Amma indi burada belə bir sual soruşaq. Əcəba hurufiyyə və hurufiyyə məktəbində və Nəsimi hövzəsində Divan-ı Nəqşi deyə bir əlyazma varmı? Bunun yerində biz eləyə bildik ki, buradan götürək, aparaq, ChatGPT-dən də soruşaq, görək ki, bu da bir şey desin. Məmulən görürsünüz ki, Google daha dərin məna verir ta ChatGPT, yəni axtarışlarda. Google-ə əvvəl baxaq. Bəli, در حوزه ادبیات و حروفیه و پیروان مکتب نسیمی شاعر با تخلص نقشی وجود دارد. Nədən farsca yazdın? Lütfən Türkcə və Ərəb Türk əlifbası ilə yaz. Tamam, bu keçsin, onu düzəldincə biz qeydək buradan. Deyir ki, xülasə cavab, hurufiyyə və Nəsimi hövzəsində Divan-ı Nəqşi adı ilə məşhur və məlum bir əlyazma divan mənabeylərdə səbt olunmamışdır. Bu deyir. Daha diqqətli tövzih, hurufiyyə mühiti. Hurufiyyənin əsas mütun və şairləri Fəzlullah Əstərabadi, Asar, Cavidənnamə və Rəsail. İmadıddin Nəsimi, Türkcə, Farsca və Ərəbcə divanlar. Bu mühitdə Divan-ı Nəqşi adı ilə tanınan mütəbər bir divan zikr olunmaz. Nəsimi hövzəsində Nəsimidən sonra uluşan şeiri həlqələrdə də Nəqşi təxəllüsü ilə məşhur divanı geniş yayılan bir şair məlum deyil. Təzkirələrdə bu adla müstəqil divan səbtləri yoxdur. Lakin mühüm ehtimalla sənin gördüyün Divan-ı Nəqşi əlyazması böyük ehtimalla bunlardan biri ola bilir. Məhəlli ya məhsul, bunları bayaqdan demişdi, hey təkrar edir. Müntəxəbat mədbəsi, Nəqşbəndi, şair divanı, katib, malik adı. Tamam, bunlar deyil. Biz bunu oxumuşduq, 3-cü səhifəyə gedəcəyik, bu da 3-cü səhifə. Gedək görək ki, şey nə yazdı? Bu, bağışlayın qusurumu, üzürlü sayın. Havasım sizlikdən dil değişildi. Havasızlığımdan calibdir ki, burada vəsətdə sim deyə şey olubdu, latincə yazıbdı. Havasızlığımdan dil değişildi. Sözümüz və öz doğma dilimizdə və istədiyiniz əlifbada davam etdiririk. Bəli, hurufiyyə məktəbində və Nəsimi hövzəsində Nəqşi təxəllüs edən şairin müstəqil bir divanı və əlyazmaları mövcuddur. Bu barədə dəqiq bilgilər bunyardadır. Bunyar nə deməkdir bilmirəm, bunyardadır. İbrahim Nəqşi və onun divanı. Hurufiyyə cərəyanında ən tanınmış Nəqşi İbrahim ibn Abdullah Nəqşi adlı şairdir. Pəs bunun adını əvvəl burada yazaq. Ehtimalən elə bu olacaq. Çünki adlı şairdir. 10-cu Hicri 100 illikində Nəsimidən bir az sonra yaşayıb. Onun şeirləri tamamilə hurufi əqidələri ilə yoğrulub. Divan-ı Nəqşi.
Bu şairin əlyazma divanı dünyanın bir neçə mötəbər kitabxanasında, o cümlədən İstanbul Fatih Kitabxanası və Paris Milli Kitabxana nüsxələrində qorunub saxlanılır. Dil və üslub. Nəqşinin divanı Nəsimi divanı kimi səlis bir türkcədir. O, Nəsiminin qəzəllərinə çoxlu nəzirələr yazıb və onun kəlamını üzərinə örnək götürüb. Kəlamını özünə örnək götürüb. Əlyazmaların nüsxə xətti yeri. Hurufi şairlərinin əsərləri çox vaxt məcmuə şəklində olur. Yəni, bir böyük əlyazmada Nəsimi, Rəfii, Təmənnai və Nəqşinin şeirləri bir yerə toplanır. Məşhur nüsxə. İstanbulda olan nüsxələrdə Nəqşinin divanı müstəqil bir əsər kimi qeyd olunub. Mövzu. Bu divanda əsasən insanın üzündəki cizgilər, nəqşlərin 32 hərf ilə tətbiqi, kainatın yaranışı və Tanrının insanda təcəlli etməsi kimi hurufi mövzuları geniş yer alıb. Nəsimi məktəbi ilə bağlantı. Nəqşi Nəsimini özünün mənəvi ustadı bilirdi. O, şeirlərində Nəsiminin adını hürmətlə çəkir və özünü onun izində gedən bir nəqqaş, həqiqət nəqşlərini çəkən kimi tanıtdırır. Nəticə. Belə, bəli, hurufiyyə ədəbiyyatında Divan-ı Nəqşi adlı əsər vardır. Mən burada bir sual soruşum, çünki bu deyir vardı. Əcəba bu divan yeni çap sistemi ilə yayılıb mı akademilərdə mübahisə olunub mu? Bu iki sorunu buradan soruşaq, görək ki, eyni halda qeydim bu adamın adı haqda bir üstə bir məlumat verdi. Xəlxalidən sonra bunun keçdi şeyinə dedi ki, Nəqşi Ağ Kirmani məncə olacaqdır. Divanı, ad əvvəldə Divanı Nəqşi. Ad Ağ Kirmani də ola bilər. Mən bunu parantez içində yazım. Ağ Kirmani. Bu adam əsli adı nədir? İbrahim Nəqşi. Bunun dedi əsli adı nə idi? Bunun əsli adını dedi bir yerdə. Nəqşi İbrahim bəy. İbrahim bəy Nəqşi. İbrahim bəy Nəqşi. Bəqi də beləsi yazıblar da. Bəq deyə yazıblar. Yaxşı, bunun adını kamil burada yazdıq. İndi buna yaşam tarixini də istəyək. Bunu da gedək bu şeyin axirinə. Bir sual soruşmuşduq. Görək bu sual nə deyir? Bu konuda önəmli və diqqətə layiq nöqtələr var. Hurufiyyə məktəbinin gizli və bağlanıq izoterik deyə latincə deyir. Təbiətinə görə bu məktəbin şairlərinin əsərləri uzun illər yalnız əlyazma şəklində qalıb, amma son 10 illiklərdə akademik dairələrdə bu mövzuya böyük maraq yaranıb. Yeni çap sistemi ilə yayılması, nəşr və sənəti.
Divan-ı Nəqşi İbrahim Nəqşi Nəsiminin divanı kimi minlərlə tirajla ammə xalq üçün çap olunmayıb. Lakin elmi tənqidi mətn Türkiyədə və Azərbaycanda hurufiyyə ədəbiyyatı üzərində çalışan alimlər Nəqşinin divanını əlyazmalar əsasında elmi şəkildə hazırlayıblar. Özəlliklə Türkiyə universitetlərində bu divanlar tez olaraq işlənilib və bir çoxu PDF ya kitab şəklində akademik mühitlərdə paylaşılıb. Məcmuələrdə çap Nəqşinin əsərləri çox vaxt müstəqil kitabda daha çox hurufi şairləri antolojisi kimi məcmuələrdə yayılıb. Tamam. Bu sevindim. Allaha şükür ki, ən azından bu şey oldu. Yəni deyildi, amma Nəqşinin yaşadığı illər və doğum, ölüm illəri haqqda hangi bilgilər var? Görək ki, buna da bir Hurufiyyə məktəbinin sırlı şairlərindən olan İbrahim Nəqşi haqqda tarixi qaynaqlarda, təzkirələrdə dəqiq doğum tarixi qeyd olunmasa da, onun yaşadığı dövr və vəfat ili haqqında bəlli bir çərçivələr var. Nəqşi haqqında elmi və tarixi bilgilər bu niyardadır. Ehtimalən, yəni bu civarda, yəni bu hududda. Niyar o mənaya gəlir. Yaşadığı dövr. Nəqşi 15-ci miladi yüzilliyin, yəni 9 hicri qəməri ilk yarısında yaşayıb. O, Teymurilər dövrünün sonları və Osmanlı dövrünün başlanğıcında fəaliyyət göstərib. Nəsimidən bir az sonra gələn nəslin ən önəmli nümayəndələrindən biridir. Vəfat ili. Tarixi qaynaqların çoxu onun vəfatını 860 hicri vəfatı 860 hicri illəri ətrafında qeyd olur. Buna əsasən o, Sultan II. Murad və Fatih Sultan Məhəmməd dövrlərinə şahidlik edib. Pəs çağı da olur. Sultan II. Murad Fatih Sultan Məhəmməd Fatih Sultan Məhəmməd onların dövründə yaşır. Doğum yeri və kimliyi. Akirmanlı Nəqşi. Bəzi təzkirələrdə onun əslən Akirman, bugün Ukrayna ərazisində o zaman Türk toprakları sayılan bölgə. Akırman ehtimalən olacaqdır. Şəhrində olduğu bildirilir. Pəs bu haralıymış? Mən bunu Kirman deyəndə bizim zehnimizdə tarix bilmirik ki. Kirman deyəndə mən dedim elə, bu Kirmandır. Öz-özümə dedim bu Kirmanın adı nə əcəb qədimidir. Burada bir ulduz yazaq, qoyaq ki, önəmli bir şey. Akirman bugünkü Ukrayna məmləkətində Türk toprakları imiş. Tamam, bu da bir o Kirman məsələsi mən biraz rahatlaşdım. Çünki bir-iki yerdə hey bunu Kirman görürdüm, şairlərin adında qalırdım. İbrahim Nəqşi əsl adı İbrahimdir. O, hurufiyyə təriqətinə bağlı olduğu üçün ömrünün bir hissəsini Anadolu,
Balkanlar və hətta İran hövzəsində keçirdiyi təxmin edilir. Təxmin edilir, yəni bəlli deyil, dəqiq deyil. Şairin dövrünün özəlliyi. Nəqşinin yaşadığı 15-ci yüzillik Məsihicə deyir. Mən gərək bunu Hicrə yazam ki, tarixləri mənə Hicri yaz. Əlbəttə Hicrisini də yazıb, burası yaxçıdır. Hurufiyyənin Nəsimidən sonra ən güclü yayıldığı dövrdür. O dövrdə Hurufi şairləri dövlət tərəfindən təzyiq altında olduqları üçün yaşayışları haqqında kitablarda çox ətraflı bilgi gəlməyib. Onlar öz kimliklərini və yaşadıkları yerləri gizli saxlamağa çalışırdılar. Elmi qaynaqlarda qeydilər. Əgər akademik qaynaqlara baxasanız, məsələn, Kəmal Üzeyir ya Üzəvvər belə bir ad qoyubdur. Üzəvvər ehtimalən və ya Fatih Üslüverin araşdırmalarına Nəqşinin 15-ci əsrin böyük hurufi şairi olduğu və onun vəfatının 880 Hicri ilinə təsadüf etdiyi təkid olunur. Müxtəsər və xülasə, doğumu 14-cü əsrin sonları ya 15-ci əsrin əvvəlləri, tarix dəqiq deyil. Vəfat təxminən 860 Hicri, yeri Akirman, bugünkü Ukrayna, Rumani sərhəddinə yaxın. Ukrayna, Rumani sərhəddinə yaxın yerdir. İndi qeydaq kitabımızın üstünə. Bir ayrı şeirin bu rəhmətlikdən gedək, məsələn, hər 15 səhvədən bir səhviyə baxaq, 15 deyəndə, yəni gərək beləsi baxaq. Bu, indi 16-cı səhvədir, 12-ci səhvədir, yox, 15. Yox, burada 15-ci səhvədən biraz oxuyaq. Uzun bir şeiri buradan oxuram. Gəl ey salik eşit bəndən, qələmdən göndər məna, göründür məna, ehtimalən. Gəl ey salik eşit bəndən, qələmdən göründür məna, ki ariflər bülüb ani həqiqət etdilər imla. İkinci bilmiş ol zahid bu gögüllər levh-i məhfuzun. İkinci bilmiş ol, ikincisini yəni bil. İkinci bilmiş ol zahid bu gönüller levh-i məhfuzun, də güldür zərrə yanında edərsən gündə sən əfğan. Nədir ol şəhri əzəm kim qurulmuş 4 sütun üzrə? Nədir o şəhri əzəm ki qurulmuş 4 sütun üzrə? Qonandır mərkəz, qonan durmaz geçər axər, kimi mömin kimi tərsa. Qonan durmaz geçər axər, kimi mömin kimi tərsa. Dostlar, bilirsiniz ki, mən bunu yenə də təkrar deyim, mən türkü dilində dərs oxumamışam. Çox zəifəm. 60 il ömrümü fars dilinə xərcləmişəm. Bir ildən üst-üstə toplasaq, yəni 311 cələsədir ki, mən türk dilini oxumağa, əlyazı kitablardan oxumağa çalışıram. Gördüyünüz kimi bu adamın əgər beləsi tutsaq, diqqət, indi bunu burada bir şeyi də hesablayaq, heyifdir, buradan qoymamış getməyək. İndi 1447-ci ildir, yox. Bundan çıxsaq 860'ı çıxsaq 557 il öncə bu adam, bu şair ölübdür. Yəni arif və şair 587 il, üst-üstə 600 il öncə vəfat etmiş. Yəni bu kitabın ən azı ömrü
587 ildir. Yəni bu şair deyək ki, öləndə bu kitab elə olanda təkmil olubdu, qalıb orada yarımçılıq qalıb. Yəni ömrü olsaydı yazardı. Yəni bu kitab əlbəttə sonra onun yazdıqlarının üzündən yazılıb da. Biz nüsxəni oxuruq. Təmizliğindən, şıklığından bilirik ki, bu nüsxədir. Amma bu kitab 587 il öncə yazılıbdır. Bu o məsələdir ki, istədim deyəm, bu diqqət eləməliyik. Belə bir uzun zamanda yazılmış əlyazma kitabdan oxuyuruq. Mümkündür əlyazma çox da uzun zamanda olmayacaq. Görək ki, buna bir şey tapa bildik, yox. Amma biz bildik Divan-ı Nəqşi ən azından 587 il öncə şairin vəfatı ilə yarımçılıq qalıbdır. Beləsi deyə bildik. Demərik ki, təkmil olub, deyərik yarımçılıq qalıb. Xəbər ver gəl o şəhrün sən məqam و mənzilindən kim qonub köçmüşdür aşiqlər hidayət eyləyib Mevla olur çün lam ba mənzil məqami eynilən həmi himdir cimdir ehtimalən olur çün lam ba mənzili məqami eyn ilən cimidir ya himidir Okati fahm ilə bu rəmzi gözün aç gəlmədin fərda. Bu da onat, okat, oqat da ola bilər. Mən bilmirəm okat nə deməkdir. Okati fahm ilə bu rəmzi görək ki, okat nə demək olar? Okati rəmz ilə bu nə idi? Okati fahm ilə bu rəmzi. Okat fahm ilə. Okat fahm ilə bu rəmzi. Tamam, buradan o üzərini silaq. Okat nə deməkdir? Bu gözəl və dərin misrə hurufiyyə şairlərinin, o cümlədən Nəqşinin şeirlərindən tez-tez işlənən bir dəvətdir. Hurufiyyə məktəbində söz yalnız bir səs deyil, bəlkə gizli bir rəmzidir ki, onun anlamaq üçün əqldən daha yüksək bir fəhm lazımdır. Oqat, qaf dedim, mən də bunu dedim, fəhm ilə bu rəmz. Bu rəmzi vaxtında diqqətlə, fəhm ilə deməklə şair okat yazıb burada. Bu bunu göstərir ki, İstanbulda bu kitab yazılıbdır. Çünki q təqribən İstanbulda k işlənir indi. Qeyd çıxaq bura. Əlbəttə buna görə ki, bu da bundan bu bizə yapışacaq bunu üzərinə. Olur çün lamu ba. İndi bunu mən biraz kiçiklədim. Burada bu beytin hamısını yazım. Olur çün lamu ba mənzili məqami eyn ilən himdir. Okati fahm eylə budur. Bu rəmzi gözün aç. Gözün aç. Burada nə dedi? Burası nə deyir? Gəlmədin fərda. Gözün aç. Gəlmədin fərda. Beləsi yazmışdı. Mən də elə ona tay gəlmədin fərda. Səfəniyə kəldək. Bunu vuraq, görək ki, bu beyt hurufiyyə məktəbinin çox dərin və rəmzli, şifrəli bir şeiridir. Burada şair Nəqşi huruflar ilə
Tanrının və insanın həqiqətini şərh edir. Sizin yazdığınız mətn bir az şivəli və əlyazma dilində olduğu üçün onu öncə düzgün klassik formada düzənləyək və sonra mənasını açaq. Beytin düzgün oxunuşu təxminən belə olacaqdır. Olur çün la mubal mənzil həqim eyni ilən himdir. Burada həqqim harda gəlirdi? Onu mən həqqim həman olacaq. Həqqim, yəni mənim həqqim, ya mən həqqəm. O anlamda çox gözəl. Bunu gözəl yapmışdır. Oqati fəhm ilə bu rəmzi mühəqqəq gəlmədən fərda. Burada nə demişdi? Mən nə yazmışdım? Ilə bu rəmzi, burada mən bunu qələt yazmışam. Bunu islah edeyim. O mühəqqəq iştibah yazmışam. Fəhm ilə bu rəmzi gözün aç gəlmədən fərda. Gözün. Burada bir vav da var. Gözün. Yox. İştibah yazmışam. Gözün. Tamam. Gözün. Tamam. Bunu indi mən tazaşdan göndərim. Çünki orada qələt onu yazmışdı. Onu islah eləsin. Tamamilə hürufə məktəbinin əsil dili və sembolik rəmzili dünyasınadır. Bu beytdə şair böyük ölçüdə nəqşi ya da ona yaxın bir hurufi şairi insanın vücudunu Tanrının təcəlli yeri kimi təsvir edir. Gəlin bu rəmzi bir açaq. Beytin hərflər və rəmzlər əsasında mənası. Olur çün la muba mənzil haqım eyni ilən himdir. Eyni ilən himdir. Tamam, bu düzdür. Lam və ba, l və b bu iki hərf birləşəndə ləb, dodaq kəlməsini yaradır. Hurufiyyədə dodaq Tanrının kəlamının və həyatı bağışlayan nəfəsin çıxdığı yerdir. Allah, Allah nə gözəl. Oğlan, biz nəyə bunlardan boş qalmışıq? Niyə bizə bu qədər xiyanət ediblər? Eyn və him, eyn və ha. Bu iki hərf birləşəndə eşq kəlməsinin baş hərfləri ya da eyni haqq, haqq gözü, eyni mənasını verir. Lakin burada daha dərin bir seyr var. Eyn və h hərflərinin şəkilləri insanın gözünə və üzündəki cizgilərə işarə edir. Eyn və h. Mənası. Şair deyir ki, mənim mənzilgahım ya da haqqın mənzili o ləbdir, kəlamdır. Və mənim həqqim o eyn, göz, bulaq və himdir. Həqiqətin özüdür. Yəni, Tanrı hər yerdə yox, bəlkə insanın bu müqəddəs cizgilərindədir. İkinci misrəin uyarısı ya o yarısı. Oqati fəhm ilə bu rəmzi. Gözün aç, gəlmədin fərda. Oqati fəhm ilə, yəni vaxtı qənimət bil və bu rəmzi indi, bu dünyada anla. Gözün aç, gəlmədin fərda, fərda, sabah. Burada qiyamətə işarədir. Şair deyir ki, qiyamət gəlmədən və gözlərin əbədi yumulmadan öncə həqiqətin insan surətində olduğunu gör. Əgər bu dünyada həqiqətin nəqşini insan üzündə görməsən, o dünyada da kör olarsan. Hurufiyyə fəlsəfəsi baxımından bu beyt hurufiyyənin insan ilahi bir kitabdır əqidəsini əks etdirir. Nəqşi və ya Nəsimi Hovzəsinin şairləri inanırdılar ki, əlifbanın hərfləri insanın üzərində nəqş olunub. Ləb, lamu, ba. Tanrının kün, ol əmrinin mənbəyidir. Eyn və him, bəsirətin və həqqin özünün
nişanələridir. Ya da üzünün nişanələri, özünün əlbəttə. Nəticəyə keçməyək. Qalsın, keçək şeirimizə. Bu burcun pasbanında xəbər o şəhrin ləşkərin bir-bir. Ya necə o şəhrin ləşkərin bir-bir? Xeyir bilməzsən ey zahid, nədir başında çiğoğa? Burada bir kəlmə yazıbdır, üstünə xətt çəkilibdir, onun üçün oxuya bilmədim. Mən bunu necə oxusam daha yaxşı olur. Bu burcun pasbanında necə o şəhrin ləşkərin bir-bir, xətt çəkdiyi üçün oxumayaq əslən bunu. Bu burcun pasbanında o şəhrin ləşkərin bir-bir, xeyir bilməzsən ey zahid, nədir başındakı qoğa? Eşit gəl ey indi sən takim, deyim bir bükün ani, vəli fəhm ilə bu rəmzi, tutub can qulağın sən ha. Vəli fəhm ilə bu rəmzi, tutub can qulağın sən ha. Oluruz eyni ləşkər bil ikinci kaf ilə hadır. Oluruz eyni ləşkər bil ikinci kaf ilə hadır. Hesab et bilmək istərsən, görünməz kimsə əmma. Bunlar surətdə Adəmdir, vəlikin cism can olmaz. Bunlardır aləmi məna, bunlardır aləmi kübra. Bunlardır bəhr-i vəhdətdə özün fəhm eyləyən dürlər ki, olmuşdur sədəflərdə. Bunlar bir cövhəri yekda, iki maha ilən zahid ki gəlmiş bunlar xəlqə. İki maha ilən zahid ki gəlmişlər bunlar xəlqə. Odur kim cümlə hükm eylər, gərək əsvəl, gərək əla. Keçənlər iş bu mənzildən olur cim hərfinin şahi, yürüdür lütfü ilə qəhrün, olur əmründə hər əşya. Budur ol müəzzəm kim müqəddəm surəti insan. Budur ol müəzzəm kim müqəddəm surəti insan. Doğurdu madər ol əvvəl dəxi xilqət olmədin Həvva. Budur ol müəzzəm kim müqəddəm surəti insan. Doğurdu madər əvvəl dəxi xilqətdən olmədin Həvva. Bu hərfin kisrətin ol kim edər bir nöqtə aləmdə, olur insani kamil ol edər mutaləri ehya. Çəkib əl iş bu kesrətdən olursan kəndi məcnunun. Həqiqət bilmiş ol nəqşi olursan sanki sən Leyla. Həqiqət bilmiş ol nəqşi olursan sanki sən Leyla. Yenə də burada Nəqşinin adı ilə qarşılaşdıq. Mənə indi bir fikir gəldi. Bu kitab o kitablardandır ki, istəyirəm üstündə çox vaxt qoyum. Öyrənim. Bunun bir şeirin ya məsələn bir bəndin, əlbəttə onu yazmışdıq da, onu əvvəl buradan soruşum. Əcəba bu beyt əldə olan əl yazma ya da çap olmuş kitablarda var mı yoxsa yoxdur?
Görək ki, onu yazıbdı. Bir dənə də şeirin yazacaq qoya. Bu beytin siz qeyd etdiyiniz şəkli dəqiq olaraq Divan-ı Nəqşinin İbrahim Nəqşi Akırmani əlyazmalarında və onun üzərində aparılan akademik araşdırmalarda mövcuddur. Bu beytin qaynaqlardakı yeri haqqında bu bilgilərə diqqət edin. Əlyazmalardakı vəziyyəti. Bu beyt Nəqşinin ən tanınmış qəzəllərindən birinin mətlə, ilk ya məqtə, son beytlərindən biri kimi İstanbul Fatih Kitabxanası nömrə 37-34, yəni 3743-də saxlanılan əlyazma nüsxəsində qeyd olunub. Hurufi şairlərinin, o cümlədən Nəqşinin əlyazmalarında bu cür huruf oyunları L, B, eyn, H, onun lam, ba, eyn, ha, onun imzası kimi tanınır. Çap olunmuş kitablarda bu beyt ümumi bazarda satılan sadalaşdırılmış kitablarda yoxdur. Amma iki böyük elmi qaynaqda dəqiqən zikr olunub. Fatih Üslüər tədqiqatı. O, hurufi şairləri və o cümlədən İbrahim Nəqşi üzərində geniş bir araşdırma aparıb. O, Nəqşinin divanını əlyazmalar üzərindən oxuyaraq bu beytləri elmi məqalərində və hurufi ədəbiyyatında həsr etdiyi kitablarında, məsələ, Hurufilik adlı əsəri gətiribdir. Təzkirələr və məcmuələr. Tamam. Mən istirdim ki, bir iş görüm, bu işi də görərəm. Yəni, nəzərimə gəlir ki, məsələn, bunun, bu şeirin qəzəldir, 5 beytidən ibarətdir. Bunu başdan ayağa yazım, görüm ki, nə deyəcəkdir. Tamam. Görüldün vəçi pakün, çün bən oldum aşık-ı şeyda. Görüldün vəçi pakün, görüldün vəçi pakün, çün ben oldum aşık-ı şeyda. Yetirdim əql-i idraki, bitirdim ehtimalen. Yetirdim əlbəttə yazıbdır. Yetirdim əql-i idraki olub aləmlərə rüsva. Ehtimalen itirdim olacaq, yetirdim də ola bilər. Yetirdim əql-i idraki olub aləmlərə rüsva. Düşüb dil ateş eşqə, düşüb dil ateşi eşqə, düşüb dil ateşi eşqə, həman gözlər dilar ayi, həman gözlər dilarayı ehtimalen, dilarayı döker çeşmi sırışkin ol dilinde ahu vavila, ahu
Leyla. Gəzər məcnun vəş. Gəzər məcnun vəş. Axər qılır səhrayı eşq içrə. Axər qalır ehtimalən qalır, qılır yazıb qalır. Səhrayı eşq içrə. Dəmindən vadilər anlar. Anlar anlar. Aglər. Mən bunu aglər düzdür. Hər ikisi beləsi yazıbdır. Geçən ehtimalən bu ikincisini silibdi. Mən yazdım amma ikisində geçən ol der yazıb bunu, amma mən bunu nə cür yazacağımı bilmirəm. Ol der mədəd Leyla. Mədəd Leyla. Təmamət aldırıb əqlin. Təmamət aldırıb əqlin. Görüb ol vəc-i dildari. Görüb ol vəc-i dildari. Yatır heyran-ı məst olmuş vücudin qal eydər sərta. Son beyti də yazsaq, təmamət kiçik bir şeiridir. Təmamət. Niyə bu təmamət yazdım? Şərabi dəst qudrətdən. Şərabi dəst qudrətdən içənlər nəqşiya axər ayılmaz həşrdən. Axər gəzər üryan olub hər ca. Bu şeir yayılmış kitaplarda, tanınmış el yazmalarda və ha belə araşdırmalarda varmı deyə bir soru soruşaq. Bunu da buradan götürək, copy. Bunu vuraq, bu cavab axtara biz gedək burada. Burada da bunu qoyaq. Və eyni halda Google-in özündən də bir köməkli qalaq bu haqda. Görək ki, Google bizə nə deyir bu haqda. Google bir şey internetin bağlıdır. Nədən isə internet çox zəif bir vəziyyətə davam edir, amma bu onu gətirmədi nədən isə. Google bu haqda bir iş görmədi. Görək bu gətirdi ya yox. Şeirin əvvəlidir. Tamam, burada yazmışdıq.
Bu qəzəl klasik hurufi ədəbiyyatının və özəlliklə nəqşi təxəllüs edən şairin üslubunu, terminolojisini və fikir dünyasını tam şəkildə əks etdirən önəmli bir əsərdir. Sizin gətirdiyiniz bu mətn əlyazma nüsxələri ilə tanınmış olanlar üçün çox qiymətlidir. Sualınıza cavab olaraq, əlyazmalarda varlığı, bəli, bu qəzəl Divan-ı Nəqşinin İbrahim-i Nəqşi Akirmani əlyazma nüsxələrində mövcuddur. Özəlliklə İstanbul Fatih Kitabxanası və Ankara Milli Kitabxana əlyazma məcmuələrində hurufi şairlərinə aid olan bölümlərdə bu şeirə rast gəlmək olar. Şairin son beytində, məqtəədə öz adını Nəqşiya kimi gətirməsi əsərin ona aid olduğunun ən böyük sübutidir. Akademik araşdırmalarda bu şeir hurufiyyə ədəbiyyatını tədqiq edən alimlərin diqqət mərkəzində olub. Özəlliklə Fatih Üslüər o Nəqşinin divanını təhlil edərkən şairin eşq, vəcih, simai ilahi konusundakı baxışlarını sübut etmək üçün bu qəzələ istinad edir. Dil və üslub araşdırmaları bu şeirdəki vəcih-pak, şərabi dəst-i qudrət və üryan kimi kəlmələr Nəqşinin Nəsimi məktəbinə nə qədər bağlı olduğunu göstərən örnəklər kimi akademik məqalələrdə bəhs olunur. Çap olunmuş kitablarda ümumi kitablarda bu şeiri tapmaq çətindir. Çünki hurufiyyə ədəbiyyatı uzun müddət yasaq və gizli qaldığı üçün onların əsərləri daha çox universitetdə tezki yazırlar odur və tənqidi mətnlər şəklində çap olunub. Sizin əlinizdə olan mətn böyük ehtimalla ya bir əlyazma köçürməsidir, ya da hurufiyyə üzərə ixtisaslaşmış bir elmi kitabdan götürülübdür. Tamam, pəs bu olduğu üçün o şey ki deyirdim, bəlkə bu tapılmayıbdır. Oradan çıxaq, qeydaq indi kitabın özünün üstündə təmərküz eləyək, oxuyaq, gedək. Gedək 15-ci səhifədən bir şeir oxuyaq və gedək irəli. Benim bu dersi bi harfin sorarsan asli haktandır. Benim bu dersi bi harfin sorarsan asli haktandır. Maani keşfeder durmuz dehansız. Maani keşfeder durmaz dehansız bir dodaktandır. Maani keşfeder durmaz dehansız bir dodaktandır. Doğar ol tifli dil bundan hehan eyler Mesiha sen. Doğar ol tifli dil bundan nehan eyler Mesiha sen. Görünür bin bu asmadan ki ol alidir. O şeir burada biraz katıştırdım. Benim bu dersi bir harfin sorarsan asli haktandır. Maani keşfeder durmaz dehansız bir dodaktandır. Doğar ol tifli dil bundan nehan eyler Mesiha sen. Görünür bin bu asmadan ki ol ali duraktandır. O ali duraktandır. Bunu seyretmeyen salik erişmez gurbe sultana. Ne yar niyazi cehim itre egerçe bir budaktandır. Eğer niyari nazi cehim itre, niyar ottu, niyari nazi cehim itre egerçe bir budaktandır.
Tələb rahində saliklər əgər bilməzsə bir kamil, tələb rahində saliklər əgər bulməzsə bir kamil, vəfa verməz onun səyi ki asanın bik İraqdəndir. Vəfa verməz onun səyi ki istək pək İraqdəndir. Kəlamın fəhmidən nəqşi cəhan bi vəfa itirə, səbəqdaşındır ol kəs, bəlkə ol ali ocaqdəndir. Gedək 15 səhifə qabağa, yəni 30-cu, bir də oldu 60-cı səhifə. 25 eləyək olsun 50-ci səhifə. 50-ci səhifədən bir dənə xətt də biraz değişir. Görək, əslimiz hudur bizim kən gəlmişiz. Əslimiz hudur bizim kan gəlmişiz. Oldurur kim xəlqə bürhan gəlmişiz. Dəsti qudrət eyliyibdür pərvəriş. Anı çünkün, anı küçün kamil insan gəlmişiz. Anın üçün kamil insan gəlmişiz. Div pəri əmrimizə ram olub. Xatəmi vaxti Süleyman gəlmişiz. Göstərib 100 çarə ünsürdən bugün, aşikarız sənmə nüqsan gəlmişiz. Artıb əskilməz münəvvər nurumuz, aç gözün kim biz kəmakan gəlmişiz. Varisi mülküz biz bəzmidir, bəzmidir səltənət, ya bizimdir səltənət. Vari ki mülküz bizimdir səltənət, padişahüz görnə sultan gəlmişiz. Gəlməmişdir ərqəmiz hərgiz yerə, küşlügiri dəsti mərdan gəlmişiz. Cam-ı eşqin nuş edib biz cürəsin, ol əvvəli axir məst heyran gəlmişiz. Aqilüz tacu qəbayı neyləriz, bu cəhana çünki üryan gəlmişiz. Ol ki meylər başını eşq içrə top, nəqşiya bira ki çoğan gəlmişiz. Biri başın top eləyir, o birisi çoğan ondan vurur o başı. Çox əcibə şeirlər, əcibə, yəni bu bir zaman mən belə düşünürəm. Bir zaman bu AI-lar güclənə, bu şeiri verək, deyək bir karton düzət bundan. Bundan bir karton düzəlt. Məhşər olur, yəni. Yetmiş beşinci səhifəni oxuyaq əslində. Bu 75-ci səhifənin şeiri çox uzun olacaqdır, amma mən bunun əvvəlindən biraz oxuyayım. Açılacaq qəbritən qaldırə dal başucan. Açılacaq qəbritən qaldırə dil başucan. Görə ki məhşər olmuş heyrət içində insan. Hər nə sifətlə bunda mövsuf olursan axər, o şəkli bürünürsən eylə sözüm gəl izan.
Nəqş-i hicabi dildən pak eylədün gərsəni. Nəqş-i hicabi dildən pak eylədün gərsən, bulə gül gögül xudayı bilinə çun məkan. Bulə gögül xudayı bilinə çun məkan. Fiilün əya həzrətün o üdi İsa fiilinə. Fiilün əya həzrətün üdi İsa fiilinə. Və ola işin bil dila anda Habibur Rahman. Ola işin bil dila anda Habibur Rahman. Nəfəsün ilə gecələr eylə cəhadi əkbər. Nəfsin ilə gecələr eylə cəhadi əkbər. Ola o gün dəstigiri Bəkri Ömərlə Osman. Ola o gün dəstigir Bəkru Ömərlə Osman. Əbu Bəkr Ömər Osman. Hər nə gəlir nuş edib zəhr isə ba xudadani, ba xuda dəni. Hər nə gəlir nuş edib zəhr isə ba xuda dəni. Verə şərab kəvsər sana dila دیدبان. Zikr xudayı əldən qomə ölüncə sən kim. Ola sənə həmnişin anda o gün aşiqan. Səqin həramə sünmə xinzir olur dərunun. Səqin həramə sünmə satmə də olar. Səqin həramə sünmə xinzir olur dərunun. Həsəd iyi dəgildir. Həsəd iyi dəgildir. Şiklün olur soğulcan. Səqin həramə sütmə xinzir olar dərunun. Həsəd iyi dəgildir. Şiklün olur soğulcan. İki yüzlü olanlar meymun olur yüzləri. Bülünmür zəhmət anlar. O da yanar adam. Adı hər an. O hər an. Bülünür zəhmət anlar. Bülünmür rəhmət anlar. O da yanar adam. O hər an. O hər an. Bülünmür rəhmət anlar. O da yanar o hər an. Dünyayı tərk etməyən gəlib dönər ay dədəm. Dünyayı tərk etməyən qəlpə Dünyayı tərk etməyən qəlpə dönər ay dədəm. Xəlqi edən rəncidə ola pələngü ərsalan. Dünyayı tərk etməyən qəlpə dönər ayı dəm. Etmələn ayı və dom, bilmirəm, belə bir şey. Xəlqi edən rəncidə ola pələngü ərslan. Yiyib yedirməyənlər eylədücü cəm'i mal. Anlar olur qərincə, yaxud olur tükəzlan. Yiyib yedirməyənlər eylədücü cəm'i mal. Anlar olur qərincə, yaxud olur tükəzlan. Xəlqi soğan dil ilə yalançıyan olur bil. Xəlqi soğan dili ilə yılançıyan olur bil. Qatır olur ki səqin kizbi edən fəravan.
Zinət ilə camələr geysə əgər bir kişi, tavus olur şikli kim edə tamudə cövlan. Tamu bir növ behiştidir, amma dediyimiz kimi əlbəttə tamı yox. Tamı cəhənnəm. Amma bu cəhənnəm ki biz deyirik İslamda var, o deyil. Tamu qaranlıq, cəhl, cəhalət, bilgisizlik. Türk dilində tamu odlu cəhənnəm deyil. Qabili bağ, bu uzun bir şeirdir. Buradan geçək, görək ki bir ayrı gedək 45-ci səhifəyə. Tamam. Buradan da bir yenə bu şeir uzundur, amma görək çalışaq, görək oxuya bilirik ya yox. Əla ey salik Mola qulaq tut gəl bu fəryadə. Əla ey saliki Mola qulaq tut gəl bu fəryadə. Nələr çəkmişdir aşiqlər deyim eşq içrə dünyada. Yolun bir sübhidəm cana erişdi səddi yacücə. Yolun bir sübhidəm cana erişdi səddi yacücə. Dayandı himmətüm rəxşi erib ol dəşti abadə. Ki gördüm necə taliblər bucay bir bəla içrə. Ki gördüm necə taliblər bucay bir bəla içrə. Gəzər qan ağlayıb anlar gəzərlər iş bu səhrada. Sual etdim bulərdən ben bu sirrin maverasından. Sual ettim bulərdən ben bu sirrin maverasından. Dedilər bizdə varmış yox gələn qalır bu arada. Dedilər bizdə varmış yox gələn qalır bu arada. Geçen kim istima etdim bulardan ben bu cüftari. Dedim layık dəcül ya Rəbb məgər kim bunlar irşada. Vəli elmində mahirdir sual etsən bulardan sən. Vəli elmində mahirdir sual etsən bulardan sən. Yarar bir muyi qırq bunlar məsail isrə davada. Yarar bir muyi qırq bunlar. Bir tükü muyi 40 yararlar deyir bunlar. Vəli elmində mahirdir sual etsən bulardan sən. Yarar bir muyi 40 bunlar məsail isrə davada. Bulardan əl çəkib axər gəzib ol səddün ətrafın bulub bir rəhgüzər anda erişdim cayı azadə. Bu mənzil içrə taliblər nə kim var cümlətən cana dəcül çar ənasürdən nə fəhm etdik bu mənada. Mətai hüsn dildarın türər ol yerdə bazari pazar. Mətai hüsn dildarın tutar ol deyir o yerdə pazari. Alırlar dəm bedəm bundan geçərlər şəhri Bəğdada. Çəkib əl yenə bunlardan geçen azmi rah etdim. Çəkib əl yenə bunlardan geçen kim azmi rah etdim. Erişdim yenə bu qovmə ki gəlməz bunlar əcnada. Bilmirəm əcnad nə deməkdir. Bunların şiş cəhətdən bir ateşi kaplamış gördüm. Bunların şiş cəhətidən bir ateş kaplamış gördüm. Yanar şamü səhər bunlar dönərlər eşq-i Mevlada. Bunlar hər altı tərəfdən deyir ki, od içindədirlər. Amma yanar şamü səhər bunlar dönərlər eşq-i Mevlada. Baxıb ayine-i dildən türərdim bəhri heyrətdə. Numayan oldu bir mehrü huzurvəş erdi imdada.
Baxıb ayinəyi dildən görərdim bəhri heyrətdən, nümayan oldu bir mühri xızrıvəş irdi imdada, tutub dəstimdən ol afət, soyub canım kökümdən, gömləgin bəndən, tutub dəstimdən ol afət, soyub canım kömləgin bəndən, giyirdi bana bir ton kim, bulunmaz misli əşyada, verib kendim ana oldum olub bu bənlücüm bəndən, verib kendim ana oldum olub bu bənlücüm bəndən, ehtimalən aldım şey olacaqdır. Verib kendim ana aldım olub bu bənlicüm bəndən, çıkardı hükmü ünsürdən, qərar etdim dilarada. Olar kim bilməz öz nəfsin, bu nəzmi etməyib idrak, sənürlər nəqş ya onlar, səni düşmüş sən ilhadə, ilhad. Sənürlər nəşq ya onlar, səni düşmüş sən ilhadə. Çox gözəl, çox dərin şeirlər. Heyf ki, bunları bir nəfər ola bunları bizə anlata. Dərin. Görək ki, bu divan Nəqşinin divanıdır. Görək ki, burada davamında da var. Burada bir şeir gördüm, amma adını görmədim. Elə bir ki, burada adı yoxdur. Ey haqqə talib, geçən tevhidə, gəl tevhidə. Ey haqqə talib, geçən tevhidə, gəl tevhidə. Haqqı batildən seçən tevhidə, gəl tevhidə. Haqqındır iş bu seda kim olmuş canə qəda. Haqqındır iş bu seda kim olmuş canə qəda, bundadır rahi xuda, tevhidə gəl tevhidə. Bunlardır iqrar əhli kim dinlədir nar əhli, ey gafil inkar əhli, tevhidə gəl tevhidə. Get bu sevdadan zahid, küfrə girməz mücahid. Get bu sevdadan zahid, küfrə girməz mücahid. İstərsən eyd itirə eyd, tevhidə gəl tevhidə. Bundadır kamil insanlıq, eyləməz hər heyvan. Bundadır kamil insanlıq, eyləməz hər heyvan. Göndərər bu gizlü kan, tevhidə gəl tevhidə. Göndərər bu gizlü kan, tevhidə gəl tevhidə. Haqqdır bunda seyranın, ver buna başu canın. Haqqdır bunda seyranın, ver buna başu canın. Olsun küfrün imanın, tevhidə gəl tevhidə. Burada adın deməyibdi. Amma bundan üstəkində adın demişdi. Uzun şeiridir. Müyəssər etmək ya Rəb əcəbdür Fəth Bəğdada. Ehtimalən Fəth Bəğdadda orada var imiş. Amma Bəğdad neçə dəfə fəth olubdur. Onu tapmaq. Müyəssər etmək ya Rəb əcəbdür Fəth Bəğdada. Ricalun kəlməmişlərdir məgər kim onda imdada. Ricalun gəlməmişlərdir məgər kim onda imdada. Olaydı gər ərənlərdən dila oldim dəmdə bir aşiq, kəsülüb yerin başlar, qalaydı dağı səhrada. Kəsülüb pərpərin başlar, qalaydı dağı səhrada. Xudadan qorxmayıb bunlar qəçən bir mülkə vardıqda, kimi qan ağladar xəlqə, kimi ol şəhri yağmada. Bunların bədlicindən gör, bu hizmət olmayıb icra, ədülər aldılar mülki, bulərlər bu bir qeyri sevdada. Sana yetməz mi bu xidmət yazmışmış, üstünə xət çəkibdir. Sana yetməz mi bu xidmət ki bunlar əl çəkib haqdan,
Qılıclar çəkdilər axır, bunlar ol şahı irşada. Bunlar zülm ilə düşmüşdür cəhani, əmrə baş əkməz. Bunlar zülm ilə tutmuşdur cəhani, əmrə baş əkməz. Onun üçün yüz ağartməzlər cəhadi mülk-i ədada. Baxıb bu dəmdə çün gördüm, fərar etmiş gəlir bunlar. Qovar ardınca düşmənlər məgər bu rahi kübrada. Yüzüm xaç eyləyib etdim, nədir bu hikmətin ya Rəbb? Yüzüm xaç eyləyib etdim, nədir bu hikmətin ya Rəbb? Ki səflər bağlayıb turmuş ərənlər şahi kübrada. Həqiqət bildim oldəm kim deməz bu mümünü kafiri. Ədalət istər ol yüzdən, gər əsfəldə, gər əlada. Nəzər qıldım dila oldəm, durur əskər də bir mehru ilən oqi. Ehtimalən bu beləsi olacaqdır. Nəzər qıldım dila oldəm, durur əskərdə bir möhrü oqi. Nə yüzdən kim edər əmri, ilərlər anda fəryada. Burada yenə də bir dana hərfi qələt yazmışım, üstünə xət çəkibdir. Onu da oxumadım, düz oldu onda. Nəzər qıldım dila oldum, durur əskər də bir möhrü oqi. Nə yüzdən kim edər əmri, irərlər anda fəryada. Sual etdim onun ismin, dedi 4 hərf ilən. Xeyir al, xəbər al indi rəsmimdən, vəli qaş etmə hər yada. Birin ixrac edib hərfin, bu sirri səqləsən ta kim. Neçələr zayə olmuşdur, gözün aç sən bu mənada. Dilər sultanı qul eylər, dilər bir bəndəyi sultan. Dilər sultanı qul eylər, dilər bir bəndəyi sultan, ki anındır təsərrüf üçün sərasər cümlə əşyada. Əgər dilərsə münkürlər nədir bu nəzmin ey nəqşi. Əgər dilərsə münkürlərin dər bu nəzmin ey nəşqi. Əgər dilərsə münkürlər nədir bu nəzmin ey nəqşi. Görən həm göstərən oldur, bənəm nəm vardır ortada. Görən həm göstərən oldur, mənim nəm vardır ortada. Burada qurtardı. Bu şeirdə adın yazıb, amma balaca şeirdə Tohidədə adın yazmayıbdı. İstəyib ki, özün eləsin. Burada bir ayrı şeirə görürəm, orada da adın yazıbdır. Kitabın sonuna yetişmişəm, ona görə biraz istəyirəm ki, görün bəlkə bir, məsələn, burada Bəğdadın fəthi Sultan Məhəmməd dövründə də olubdur. Bəlkə o dövrünküdür. O dövr olsa düzdür. Yəni bu Bəğdadın fəthi Sultan Məhəmməd dövründə olduğu üçün, əlbəttə görürsünüz Sultan Məhəmmədi də biraz danlayıb burada. Amma əcəba Nəqşi həyat dövründə Bəğdad fəth olubmu deyə belə bir sual soracaq. Görək ki, bu sualın cavabını tapmaq üçün şair Nəqşinin, İbrahim Nəqşi yaşadığı dövrü ilə tarixi önəmli hadisələrini üst-üstə qoymaq lazımdır. Şair Nəqşi Akırmanlı
Qaynaqların çoxunun fikrinə görə 15-ci miladi yüzilliyin 9-cu hicri ilinin ilk yarısında yaşayıb və təxminən 860 ilində vəfat edib. Bəğdad fəthinə gəldikdə isə bu şəhrin tarixində iki böyük və məşhur fəth var ki, Nəqşinin həyatı ilə əlaqələndirmək olar. Bir, Teymuri Ləngin Bəğdad fəthi 803. Əgər Nəqşi Nəsiminin vəfatı, yəni 1400 yazım ki, yox, indi bunu desəm qeşdirəcəkdir. Əgər Nəqşi Nəsiminin vəfat çağında, yəni 1417 miladi, çağdaşı, Nəsiminin çağdaşı və ya onun gənclik talibi olubsa, bu çox cəlibdir. Əgər Nəqşi Nəsiminin çağdaşı və ya onun gənclik talibi olubsa, Teymurun Bəğdad aldığı dövrü görüb. Teymuri Ləng Bəğdadı fəth edəndə, yəni 1401-ci miladi ildə, Hurufiyyə hərəkatı İran və Əraqda çox fəal idi. Bu fəth Hurufilərin dağılmasına və onların Anadoluya və Azərbaycanın şimalına köçməsinə səbəb olan böyük siyasi dönüş nöqtəsidir. Bu olacaq. Ağqoyunlular dövrü 1410. Yenə də bir-birinə yaxındır. Yəni o qədər şey deyil. 813. 10 il sonra. Yəni bu 10 ildə 10 il arayla görək nə olubdur. Nəqşinin yaşadığı illərdə Bəğdad Qaraqoyunlu Türkəman dövlətinin əlində idi. Qaraqoyunlu şahları, özəlliklə Qara Yusuf və Şahcahan irfani cərəyanlara, o cümlədən Hurufilərə qarşı daha yumuşaq idilər. Nəqşinin ömrünün böyük bir hissəsi Bəğdadın Qaraqoyunlular tərəfindən idarə olunduğu dövrə təsadüf edir. Osmanlı fəthi çox sonra. Bildiyiniz məşhur Osmanlı fəthi Sultan Süleyman dövründə 1534-cü ildə, yəni Nəqşinin vəfatından təxminən 80 il sonra baş verib. Buna görə də Nəqşi o fəthi görə bilməzdi. Bu çox mühümdür. Yəni 860-da ölsə, onda bunun məsələn dedik ki, 860-da ölüb da, biləsi dedik. 860. 860-da ölmüş olsa, Allahın rəhmətinə getmiş olsa və bu hadisəni də görmüş olsa, yəni 800-də Teymurun Bəğdadı fəth eləməsini də görmüş olsa, bunun 100 yaşı, ən azından deyək ki, o hadisədə bunun bir 10-20 yaşı olmaq gərəkir, yəni 10-dan 20 arasında, ən azı ki, o xatirəni kamil yadında saxlaya bilə. Mən məsələn 13 yaşım vardı, inqilabı, amma kamil xatırıma gəlmir, çünki mən çox hadisələri görə bilməzdim sinnimin kiçikliyində, amma külliyyatın bəzisində ki, məsələn, gedib şirkət eləmişəm, falan görmüşəm, onlar yadıma gəlir. Ya radio, televizyondan eşitdiklərimizi məsələn. Çünki bir xatirələrin çoxunda sorular, inqilabdan sonra təbliğat bizim zehnimizdə yaradıbdır. Onların biz çoxunu görməmişik. Hər halda nəzərə gələn bu 803-də Bəğdadın hadisəsini görübdür. Əgər onda bunun ən azı gərək 80 yaşı olmalıdır öləndə. 860-da ölsə, bir 10 ta 20 ildə qabaqcan olsa, yəni bu hadisədən öncə olsa, cavan olsa illərdə, görürsünüz, kitabda biz qərinələr tapa bilirik tapaq. Bu da cəlibdir. Bəs burada yazaq ki, Nəqşi rəhmətlik 803 hicridə
Teymur Bəğdadı fəth edərkən orada imiş. Bu da bir cəlib bir şeydir. Yəni Teymur 803-də oranı Bəğdad. Bu da orada var imiş. Ona görə də bir gözəl şeir yazmışdı və ona həmlə eləmişdi. Burada bunu oxuduq. Bir dənə ayrı bu günləri iki kitab oxumayacağam. Çünki bu irfani kitablara mənim çox biraz əlaqəm azdan çoxdan var. Düzdür, özüm heç zat bilmirəm. Amma əlaqəm var. Yəni o ayrı bir şeydir. Cəlibdir. Burada dediyim kimi, burada nədənisə burada səfənin yarısı yarımçılıq qalıbdı. Bəlkə istirmiş bu şeiri yazsın qalanın, yarımçılıq qalıbdı. Çünki bu Tohidə gəl Tohidə bu şeir yarımçılıq qalıbdı. Bu səfəni boş qalıb ki, onun qalanı yazsın. İndi ya nüsxəçi yazmayıbdı, ya da əslən kollən beləsi özünün. Onda onun öz əl yazması ola. Amma belə bir vəziyyətdə inanmıram özünün əl yazması ola. Çünki bu deyir ki, o zamanda bunların vəziyyətləri çox çətin idi. Əlbəttə bu tərəfdən də deyir ki, o dövrdə, yəni 803-də, o illərdə ki, Teymur hərəkətdədir. Qaraqoyunlular iş üstədilər və bunlara yaxçı baxır. Ən azından bunlara zülm eləmir. Yəni bunlar deyəndə mənzurum hurufiyyə cərəyanına olan insanlarına zülm eləmir. Nəqşinin yaşadığı illərdə Bəğdad bir neçə dəfə əl dəyişib. O cəngilliyində Teymur-i Ləncin qanlı fəthini eşitmiş və ya görmüş ola bilir. O, həyatının böyük bir hissəsində Bəğdadın Qaraqoyunlu türkəmanları tərəfindən fəth olunub, idarə olunduğunu şahid idi. Bəs ondan qabaqmış bu, yəni. Gördük, əgər bu doğru olsa, onda deyə bilərik ki, bunun ömrü 20-dən çox geçər o dövrdə. Nüqtə. Hurufi şairləri üçün Bəğdad yalnız bir şəhər deyildi. Onlara Nəsiminin edam olunduğu Hələb kimi təzyiqlərin çox olduğu bir məntəqə idi. Buna görə də o dövrün şeirlərində fəth kəlməsi çox vaxt zahiri yox, bəlkə mənəvi bir qələbə, həqqin batilə qələbəsi mənasında işlənirdi. İstərsəniz Nəqşinin şeirlərinə Bəğdad ya başqa şəhərlərin adına rast gələn beytləri axtarın. Yox, sağ ol, bunu elə. Gedək kitabın sonuna. Bu sonda görürük ki, daha səhifələr boş qalıbdır. Bunlar bir şeirlər yazılmaq üçün yarımçılıq qalıbdır. Yəni bunu biz görürük. Əla ey talibi əsrar, nədir bildigimi sən ani? Bildün mi sən ani? Əla ey talibi əsrar, nədir bildün mi sən ani? Ki rəmzi fəxridən göründü vəçi sübhani. Geçen kim fəqr ola axər fənai, fəna fillah olur axər, bəqai billah olur ancaq küfrü bərərlər bu imani. Küfrü birlər bu iman. Bərlər, bərilləmək, yəni aydın eləmək, görsətmək. Bəqai billah olur ancaq küfür və birlər bu imani. Vücudun akli müyəssər, yox, müyəssər, məyyir. Vücudun anıl miyir əqəlli əlayiqdən, əvayiqdən, vücudun
anılmır əqəlli əlayiqdən əvayiqdən gürüb vəhdət sərayinə sürə gör hökmi sultani sürə gör hökmi sultani bu məşrəbdən içən safi bu məşrəbdən içən sufi qəmu məzhəbdən əl çəkdi çu buldu canı canani münezzeh gördüler zati ubudiyet gıyudinden münezzeh gördüler zati ubudiyet gıyudinden erişüp alemi fakre pender anlar müselmani erişüp alemi fakrindir anlar müselmani. Yox, bəlkə də ayrı cür oxunacaqdır. Münezzeh gördülər ani ubudiyyət qüyudindən ərişib aləmi fəqrin duranlar müsəlmani. Nəzər qıl cümlə mövcudə o vəhdətdən xəbər söylər tutub anə güş ilə canı ögüd fəhmət bu irfani. Canı öğüt ola bilər. Bu öğüt mənə dedim, amma öğüt yazılır, öğüt oxuna ehtimalən. Nəzər qıl cümlə mövcudə o vəhdətdən xəbər söylər. Tut anə cuş eylə cani. Öğüt fəhmət bu irfani. Gedənlər rahi Əhmədlə suali neyləsin nəqşi. Tönərmi küfrü din anlar olubdur cümlədən fani. Fikirəm bu hələ vardı. Elə dediyim kimi bu şeydir. Son şeir bu iki səhifədə. Bunları hər nədə oxuyaq və kitabımızı bu günləri burada qutaraq. Görənlər zatini mirat içində. Görənlər zatini mirat içində. Üzük məhv eyləmiş zərrat içində. Üzün olacaq bu da. Görənlər zatini mirat içində, üzün məhv eyləmiş zərrat içində, fəna bilməz dinlərlər rəsmi insan, fəna bilməz dinlər rəsmi insan, nə bilsin varlığı ləzzat içində, nə bilsin varlığı ləzzat içində. Oqat yenə oqat, oqat fəhmət bu ünsür xanə-i sən. Ehtimalən bu adam adı da ola bilər. Çünki burada bir növ əmr edəcədir. Oqat fəhmət bu ünsür xanə-i sən. Yapan çıxməz durur alat içində. Nəhan olmaz gözündən sirri əşya görən kəndin bu gün zərrat içində. Onun üçün sən miyə çərxi cəfa xəfası? Onun kim sən miyə çərxi xəfası? Dönər heyhat eylə kərrat içində. Ya kürrat içində. Burada kərrat dahi yaxşı olur. Çünki dönər heyhat ilə kərrat içində. Ani kim cəzb edə girdab əkbər. Ani kim cəzb edə girdab əkbər, qalır cani dönər olmat içində. Mat burada həm mat qalmaqdır, təəccüb, təhayyür, heyran. Həm də matə, yəmutu, ölmək. Buzən qat bu ismin iqtizası. Büzən nə demək olar? Bəzənməkdən gəlsə ya büzən. Büzən qat, çünki burada səs qoyubdur bunların üstünə. Büzən, bu, zən, beləsi yazılıbdır. Büzən qat, bu ismin iqtizası, türər şahım bunlar bir qat içində. Türər şahım bunlar bir qat içində. Yürü, çıxma bu eşqin, çıxmağın sən.
Yürü çıxma bu eşqin, çıxmağın sən nəhan et atəşi bu lat içində. Lat iki mənadadır ki, nə? Bir bütdür, Məkkədə bütların yox böyükdür, adına ilah deyirlər, but ilahı. Bir də lat cana deyilir. Bilirik ki, Təbrizdə, küçələrdə lat da o adama deyilir ki, zorbadır, ona deyilir. Geçib ladən düşən əlləyə nəqşi. Geçib ladən düşən illəyə nəqşi. Çıxar ol aradən, ol qat içində. Çıxar ol aradən, ara. Çıxar o aradən, ol qat nəqşi. Qat burada nə deməkdir? Qat türkcədir əlbəttə. Amma görək ki, qat bu qat Nəqşinin şeirində hansı anlamları daşır? Kosmolojik yaranış bilimi, yəni kosmoloji, kəhkəşanlar filanlar, tamam bu kosmos deyirlər da ingiliscə. Kosmolojik yaranış bilim və irfani terminidir. Hurufiyyənin fəlsəfəsi ədədi və şəkli təqarünlər üzərində qurulduğu üçün qat sözü və bir neçə həyati məna daşıyır. Qat sözü bir neçə həyati məna daşıyır. 7 qat gök və yer, afaqi məna. Hurufiyyədə kainat 7 qat gökdən və yerdən ibarətdir. Nəqşi şeirlərində qat kəlməsini işlədərək insanın vücudunu bu kainatın bir kiçik nümunəsi, aləmi əsğər kimi təqdim edir. Onun gözündə kainatın qatları ilə insanın vücudunun qatları birdir. İnsanın surəti və ümmül kitab. Hurufi şairləri insanın üzündəki cizgiləri, ana xətləri şərh edərkən qatlardan danışırlar. Bu biridir, bu biridir, bu biridir. Bunlar yəni. Burada, bunlar, burada. Bunlarda da cizgi çox ola bilər. Hurufi şairlər insanın üzündəki cizgiləri, ana xətləri şərh edərkən qatlardan danışırlar. 7 xətt, xətti səbə. İnsanın üzündə olan 7 əsasi nəqş, 2 qaş, 4 kiprik, saç və saç. 2 qaş, 4 kiprik, 6 saç. Ki, hurufilər buna 7 qat həqiqət ya da ümmül kitab deyirlər. Bunlara 7 qat deyirlər. Nəqşi şeirlərində tez-tez işarə edir ki, bu qat-qat cizgilərin hər biri bir ilahi rəmzidir. Məna qatları, təvil. Hurufiyyədə hər sözün və hər hərfin zahiri bir qatı, bir də batini, dərin qatı var. Təvil. Sözün zahiri qatından keçib, onun əsil və mənəvi qatına çatmaqdır. Nəqşinin siz ilkidə gətirdiyiniz oqat fəhmi ilə rəmz misrəindəki oqat kəlməsinin kökündə vəqtlərin cəm'i olsa da, hurufi ədəbiyyatında mənanın zaman və məkan qatlarında necə açılmasına da incə bir işarə var. Yəni, həqqin rəmzi zamanın və vücudun qatları içində gizlənib. Səcdah və Kəbə. Hurufilər insanın alnını və üzünün müxtəlif bölümlərini qat-qat nurların təcəlli yeri bilirdilər.
Nəqşinin dilində qat, aşkın məşuqun, aşıqın məşuqun önündə baş əydiyi, yəni huzur mənasında da işlənilir. Nəticə, Nəqşinin şeirində qat göründükdə aşağıdakı iki qayda həmişə yan-yanadır. Fiziki qat, yerin və göyün 7 qatı. İnsani qat, insanın vücudunda və özündə olan 7 ilahi xətt. Şair demək istəyir ki, kim ki öz vücudunun və üzündəki o nəqşlərin qatlarını oxuya bilsə, o bütün kainatın sirrini çözmüş olar. Cəlib söz. Gedək son şeiri də oxuyaq, qutaraq. Tutuşdu ateşi eşqim yenə dil girdi meydana. Tutuşdu ateşi eşqim yenə dil girdi meydana. Yanıb şam-ı səhər axər yaqıb od baş əhlin canə. Sarıldı zülfü dildarə, qomaz məqsud əldən olar. Sarıldı zülfü dildarə, qomaz məqsudidən əldən olar. Verər mənsur vəşlə əlbət bugün ol canı cananə. Erişdi əbd əkbər üçün visal yar üçün zahid, keçib ol canı başından, nə üçün var mayi fərmanə? Nə üçün var mayə fərmanə? Keçib ol canı başından, nə üçün var mayə fərmanə? Görənlər ruy dildari, dila meydan eşq içrə, başın top eyləyib cana, bu batməzmi qızıl qanə? Görənlər ruy dildari, dila meydan eşq içrə, başın top eyləyib cana, boyanmazmı qızıl qanə? Çox gözəl şeirlər. Görün ol şir-i Yəzdanın məhəbbət zəncirin. Burada bir şey yazıb oxuya bilmirəm. Görək ol şir-i Yəzdanın məhəbbət zəncirin. Sən kim? Cuda boynunda bənd etmiş, bugün ola kim o əslanə. Görək o şir Yəzdanın məhəbbət zəncirin. Əstən kim ya sən kim? Sən kim olacaqdır? Görək o şir Yəzdanın məhəbbət zəncirin. Sən kim? Cuda boynunda bənd etmiş, bugün ola kim o əslanə. Üzr istəyirəm, ola kim əslanədir. Heç orada bu vav ki vardı, bilmirəm nədən ötürü. Əslanə, o səlanədir əlbəttə, uslanə. Uslanə, ağıllanmaq anlamındadır. Görək ol şir Yəzdanın məhəbbət zəncirin. Sən kim? Cuda boynunda bənd etmiş, bugün ola kim uslanə. Uslanmaq, ağıllanmaq. Dota gürdaməni yari, sağın ağretmə ey nəqşi. Duta, yəni tut ey. Duta gürdaməni yari, sağın ağretmə ey nəqşi. Nəhayət deyələr axır sənə bu oldu divanə. Nəhayət deyələr axır sənə bu oldu divanə. Çox gözəl bir kitabla tanış olduq. Mən əvvəldə bunu oxuyanda dedim, bə Nəsiminin şeirləridir. Sonra gördüm adı var. Oradan bildim ki, bu Nəsiminin tərəfdarı olacaqdır. Bir çox bugünkü vaxtımızı bu adamın haqqında araşdırmalara keçirdik. Məncə çox dərin bir kitabla tanış olduq. Dədələrimiz bunu neçə yüz il bundan qabaq yazılmışmış. Ən azından bu kitab 600 il öncə bu yazılıbdır. Əlbəttə,
təəssüflə bu kitabı mən oxumadım. Bir yerdə fəqət oxudum, gördünüz ki, Bağdad haqqında Bağdadın işğalı olmaq haqqında bir şeiri var idi. Ki indi əlan burada göstərirəm. O dostlarımız ki YouTube-dan baxırlar, bu şeiri görə bilərlər. Oradan bəlli oldu ki, bu adam Bağdad hadisəsində bir boya başa çatmışmış. Əlbəttə diri qaldığından da bəlli budur ki, bəlkə də uşaq imiş. Yəni bunu da demək olar. Yəni mümkündür ki, əlbəttə bu cür də deyildi ki, hamını öldürsünlər. Yəni qətliam deyildi ki. O tarixdə çox şeylər biraz iğraq olur da. Yəni onu deyək. Məsələn, hər halda çox dərin bir kitabla, çox dərin bir şairlə tanış olduq. Əcəba bu Nəqşi adı ilə dedilər ki, bu Nəqşibəndiyə şairi ola bilər. Amma şeirlər bunu deyir ki, bu həm şeirin ahəngi, həm kəlmələr ki işlədibdir. Şeirin formu və anlamı bunu göstərir ki, içindəki məna ki daşıyır. O mənalar göstərir ki, bu hurufiyyə məzhəbinə, məktəbinə, məzhəb deməyək, məktəbinə, anlayışına bağlı bir şairdir. Çox dərin, mənalı şeirlər gördük. Mən çox sevdim. Allah rəhmət eyləsin Nəqşiyə. Adı da oldu nə? İbrahim bəy Nəqşi. Kitabın üstündə yazıb ki, Ağ Kirmani. Divani Nəqşi, kitabın üstündə Divani Nəqşi, sonra bir ayrı xətlə bunu bir ayrı adam əlavə eləyibdir. Ağ Kirmani, Ağa Kirmani ehtimalən. Mən bunu axtardım, gördük ki, bu adam bugünkü Rumani ilə Ukraynanın arasında olan Akırman bölgəsində doğulubdur və sonralar da bizim Azərbaycanda, yəni Qaraqoyunlular dövründə yaşayıbdır. Qaraqoyunlular da bilirsiniz, bugünkü Osmanlıdan çox böyükdür. O zaman Osmanlı kiçik idi. Yavaş-yavaş inkişaf edirdi Osmanlı. Bağdad da bunların əlində idi. Zahirən Bağdadda da savaş düşübdü. İndi burada bir sual gəldi mənə. Elə bunu deyənkən bir zehnimə birdən göydən bir şey düşdü. Elə bir gölə bir daş düşdü. Əgər bu adam Qaramanlısa, yəni Kırmanlısa, Kirmanlısa, Qaraman, bəlkə elə həmin Qaraman da Akraman deyirlər, o Qaramandır. Gənə də elə şeydədir, bu Ukrayndadır. Əgər bu adam Karamanlısa və əgər Sihliğin orada doğubsa, Bağdadın hadisəsində bu geçi olmalıdır. Çünki Bağdadın hadisəsi illa ki, deyək, bunun məsələn, orada doğubdur, ya orada dədə-nənəsi olarıymış, oradan köçüblər, gəliblər Bağdada. Bu Bağdadda doğulub, ya Bağdadda məsələn, kiçiymiş, Bağdadda yekəlibdir. Hər halda bu bunu göstərir ki, bu adamın Bağdad hadisəsinin Teymurun əli ilə işğal olan zamanda bu adamın yaşı çoxmuş. Bu adamın yaşı çox olsa və 60 yaşında da, yəni 860 Hicridə də Allahın rəhmətinə getmiş olsa, demək o da Bağdad da 803-də fəth olmuş olsa Teymurun əli ilə, əslində bu adam deyək ki, ən azı 20 yaşı olmalıdır. Yenə mən bunu düşünürəm. Ən azı 20 yaşı, deyək ki, dədə-nənəsi Qaramanda qalsa, o Qaramandan köçsə gəlsə Bağdada, yenə ən azı 20 yaşı olmalıdır. Məncə ən azı, bəlkə də çox, yəni 40 yaşı olmalıdır. Amma bunu anlamaq üçün bu şeiri, bu kitabın hamısını oxumalıydıq biz. Ha belə bunun ayrı bir kitabları varmı, yoxmu? Heç bunu mən soruşmadım. Yəni burada bir yanlışlıq oldu. Əcəba bu Arifin başqa bir
əlyazmaları mı var, ya başqa kitabları mı var deyə bir soruşaq görək ki, bu Arifin bu konu hurufiyyə ədəbiyyatının ən qaranlıq və maraqlı güşələrindən biridir. İbrahim Nəqşinin əlyazmaları və əsərləri haqqındakı vəziyyət bir az xüsusidir. Çünki hurufilər öz əsərlərini təqabül və təzyiqlərdən qorumaq üçün çox vaxt gizli saxlayırdılar. Nəqşinin əsərləri və əlyazmaları barədə bilinənlər bunlardır. Müstəqil divan nüsxələri. Nəqşinin müstəqil divanının bir neçə önəmli nüsxəsi var ki, araşdırmacılar onlara istinad edirlər. Fatih nüsxəsi, İstanbul. Bu ən mötəbər nüsxədir. Fatih kitabxanası nömrəsi 3743. Bu əlyazmada Nəqşinin qəzəlləri və hurufiyyə əqidəsini şərh edən mənzumələri yer alır. Ankara Milli Kitabxanası nüsxəsi. Burada da Nəqşinin şeirlərinə rast gəlmək olur. Paris nüsxəsi. Fransa'nın Milli Kitabxanasında hurufi şairlərinin məcmuələri içində Nəqşinin də əsərləri var. Hurufiyyə məcmuələri və cüngləri. Nəqşinin əsərlərinin böyük bir qismi müstəqil kitab kimi yox, bəlkə məcmuələrdə böyük əlyazma topluları gəlib bu məcmuələrdə Nəsimi, Rəfii, Nəqşi və Təmənnai kimi şairlərin şeirləri bir yerə toplanılırdı. Bu məcmuələrdə yalnız şeir yox, bəlkə hurufun təvili, hərflərin mənasını açıqlamaq haqqında nəsri yazılar da olurdu. Bəzi tədqiqatçılar inanırlar ki, Nəqşinin hərflərin ləmzləri haqqında nəsri risalələri də olub. Amma bu risalələr çox vaxt şairin öz adı ilə yox, hurufiyyə risaləsi unvanı ilə tanıtdırılıb. Başqa kitablar varmı? Nəqşi əsasən şair kimi tanınır. Lakin hurufiyyə məktəbində dai, təbliğçi. Onların çoxu eyni halda təvilnamələr də yazdılar. Mənzum təvillər. Nəqşinin şeirlərinin özü əslində bir amuzişi kitab kimidir. O, qat, rəmz, eyn, him kimi istilahlarla hurufiyyə fəlsəfəsini öyrədirdi. Tarixi qaynaqlarda onun adına məxsus müstəqil bir nəsri kitab, məsələn, Fəzullahi Nəiminin Cavidannaməsi kimi dəqiq qeyd olunmasa da, onun Risale-i Hurufiyyələr içindəki izləri araşdırılmaqdadır. Yeni çaplar və elmi tədqiqatlar. Əgər siz kitab dedikdə yeni çapları nəzərdə tutursunuz, Nəqşinin əsərləri bu kitablarda təhlil olunub. Tamam, gördük. Allaha min mərtəbə şükür olsun ki, bu günləri ömür verdi və mən bu kitabla tanış elədi. Yəni, mən demək olar ki, Nəsiminin biraz şeirlərindən tanışam, çox az. Və bu Nəqşinin bu şeirlərdə mənə köməklik elədi ki, bunu anlayan, düşünəm. İnşallah Allah ömür verirsə bir ayrıca bir başqa kitabla tanış olarıq. Sağ olun, sağ qalın.